Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun, xoş gördük hər birinizi. Bugün sizlərlə bərabər 2026-cı ilin 2-ci cəhdində olan məntiq sualların izahına baxmış olacağıq. Bu dəfəki imtahanda yağışlı günləri ilə, tufanlı günləri ilə, yolların bağlanması ilə yadda qaldı. Çox təəssüf ki, bir çox tələbə yoldaşınız imtahana daxil ola bilmədi. Ümid eləyək ki, ən qısa müddətdə kimin nə problemi varsa onlar həll olunar. Din buna öz yanaşmasını, humanist yanaşmasını göstərər və imtahana daxil ola bilməyənlər üçün yenidən təşkil olunması və s. bilmirəm artıq hansı proseslər gedəcək. Əsas odur ki, sizlər üçün faydalı ola bilən, xeyri olan nədirsə o olsun. Biz baxaq sualların izahına. Yenə ümid eləyək ki, digər məsələlər öz yerini, öz həllini tapmış olacaq. İmtahanın səviyyəsi aşağı yuxarı birinci imtahandan eyni idi. Çətin suallar da var idi, asan suallar da var idi, təkrar suallar da var idi. Yəni, fakt gözünüzün qabağında artıq 2 dənə təkrar sual görürsünüz qəbullardan, həm 46, həm 49. Birinci imtahandan nisbətən müqayisədə yeni tipli sual var idimi desəz, yeni tipli sual yox idi. Yeni tipli sual yox idi. Amma bunun əvəzində biraz dövlət qulluğunun tipində yenə sual var idimi? Hə, var. O yeni tip sayılmır, amma biraz misalın, həmin mövzunun çətinləşdirilmiş versiyası sayılmış olur. Təkrar suallar təxminən 20-25 dənə idi. Orta səviyyəli suallar da var idi. Çətin sualların da sayını bir blok çətin blokumuz var idi. Bir də digər müəyyən çətin suallar var ki, izah elədiksə hansının çətin, hansının asan olduğunu da görmüş olacaqsınız. 46-cı suala deyir ki, Rəşadın pulu Turaldakından 8 manat çox idi. Rəşad Turala 6 manat bağışladı. Kimdə digərinə neçə manat çox oldu? Təkrar sualdır bu. Yazırsan bura Rəşad, birinə də yazırsan Tural. Rəşadın pulu Turalınkindən 8 manat çox idisə, onda bura x yazırsan, burada x plus 8 yazırsan. Daha sonra Rəşad Turala 6 manat bağışlayanda x plus 8-dən 6 çıxanda qalır x plus 2. 6 manat da bunun üzərinə daxil, pulun üzərinə gəlir. Olur x plus 6. Biri x plus 2-dir, biri x plus 6-dır. İndiki vəziyyətdə. Bir deyir ki, kimdə digərindən və neçə manat çox olub? Turalda 4 manat çox olub. Turalın 4 manat, onda cavabımız olur. Hansı variant? C variantı. Bunu x ilə yazmaq məcburiyyətində idinizmi? Xeyr. İstənilən qiyməti qoyardınız, biri digərinə 8 manat çox. Yəni həmişə Turalın 4 manat çox pul olduğunu görəcəksiniz. 47-ci sualda 2 dənə belə bir sual düşmüşdü. İkisi də çox rahat idi və çox rahatla yazıla biləcək suallardı. Ümid edirəm ki, buna çətin sual deməzsiniz və ötəsindən rahat-rahat gəldiyiniz suallardan biri də budur. Nöqtəyə görə hərəkət eləsək, fikir verin, nöqtədən yuxarıya bir düz xətt var. Tamamlamalı olduğumuz hissədən nöqtədən yuxarı xətti çəkməyib. Yəni mən götürəcəyim variantda çəkməliyəm onu. Variantlara baxsam, B bəndini həmin dəqiqə ataram. Niyə? Çünki o xətt çəkilməyibdir. Digər variantlar isə qalır. Daha sonra fərqli digər variantlardan fərqli olan diaqonala baxa bilərəm. Fikir verin, nöqtədən sol yuxarı bir xətt qalxır. Əsas şəklimizdə var. Tamamlamalı olduğumuz hissədə isə o xətt çəkilməyib. Yəni mən götürəcəyim variantı seçməliyəm. Amma C bəndində də elə bir hissə verməmişdir deyə yanlışdır. Daha sonra qalır A, D, Y variantları arasında. A, D xəttə baxaq. Fikir verin, bu sol tərəfdəki xətt əsas şəklimizdə var. Tamamlamalı olduğumuz hissədə də yenə o xətti veribdir. O xətti veribsə, mən nə etməliyəm? A bəndini göndərməliyəm. Qalır Y ilə D variantı. Yenə D-nin fərqi isə bir çox fərqi var. Məsələn, bu xətt olsun, digər xəttlər olsun. Baxaq görə indi bizə nə lazımdır? Nöqtədən bir addım aşağı, bir addım sağa gedəndən sonra aşağıya bir diaqonal düşməlidir. Eyni şeyi təkrarlayıram. Nöqtədən bir addım aşağı, bir addım sağa gedəndən sonra aşağıya bir diaqonal düşməlidir. O çəkməyib ki, o diaqonalı. Yox, mən çəkməliyəmsə, fikir verin, hansı variantdadır? Y bəndində. Nöqtədən bir addım aşağı, bir addım sağa gedəndən sonra diaqonal düşməlidir. Amma D bəndində elə bir vəziyyət yoxdur. Nöqtədən bir addım aşağı, bir addım sağa gedəndən sonra aşağı diaqonal düşməlidir. Yoxdur ki? Yox. Çox da uzatmağa ehtiyac yoxdur. Cavabımız oldu Y variantı. Daha sonra 48-ci sual. 48-ci sualda yazıla biləcək suallardandır. Çünki hər şərt gözünün qabağındadır. Ədədlərin hər ikisi 1-dən böyük, 60-dan kiçikdir. Ədədlərin hər ikisi 3-ə qalıqsız bölünür. Lap yaxşı, hələ bu versiya çoxdur. Ədədlərin hər ikisi tək ədəddir. Hə, tək ədəddir deyirsə, avtomatik olaraq 3-ə bölünən tək ədədləri yaza bilərsən. O qədər də çox deyil. Çünki 60-a qədərdir də. 3, 9, 15, 21, sonra 33, sonra 39, 42 yox, 45, 48 yox. Elə biri var, biri yox. Biri var, biri yox da. 51, bir də 57.
Fikir verirsiniz, hamısı 6-6 artır da deyəsən. Bəli, 6-6 artır. Burada 6-6-sa 27 yazmadıq deyəsən. 21, 21-dən sonra 27 də var da. 3, 9, 15, 18 yox 21, 24 yox 27, 30 yox 33, 36 yox 39, 40 yox 45, hə düz yazdım. 48 yox 51, 54 yox 57. Bizə deyir ki, hər iki ədədin rəqəmləri cəmi deyirsə bunları göndərdi getdi. 4-dən böyük 8-dən kiçikdir. Rəqəmləri cəmi 4-dən böyük 8-dən kiçik. 4-dən böyük deyil rəqəmlər cəmi, 8-dən kiçik deyil rəqəmlər cəmi. Bunu da götürürəm, çünki 4-dən böyükdür, 8-dən də kiçikdir. Sonra 39-un rəqəmləri cəmi 8-dən kiçik deyil, 45-in rəqəmləri cəmi 8-dən kiçik deyil, 51-in rəqəmləri cəmi 4-dən böyük 8-dən kiçikdir, 57-in rəqəmləri cəmi kiçik deyil. Bax, bu şərtə görə qaldı üç dənə qiymətin 15, 33, bir də 51. Bir də belə bir şərt verir ki, hər iki ədədin rəqəmlərinin hasili 8-dən kiçikdir. 3 dəfə 3-ün 9 edinə görə bunu da əlvida deyirik. Qalır bir dənə 15 və 51. Bu da təkrar suallardan idi. 15-in 51-in cəmi neçə eləyir? 66. Daha sonra gəldik 49-cu suala. 49-cu sualda təkrar sualdır. Hərəsini ayrı-ayrı baxsaq, çox rahat şəkildə tapmaq mümkün olar. Şəkil ardıcıllığına aid çox rahat bir sual. Bu yuxarıdan düşdü aşağıya, keçdi sağa, qalxdı yuxarı. 4 tərəf boyunca hərəkət indi keçib sol tərəf yuxarıda dayanmalıdır. 3 variantda qaldı. Ağın hərəkətinə baxsaq, daha rahat da görmək olur onu. İkisi də rahat idi. Burada yarım addım qalxdı yuxarı buradadır. Yarım addım yuxarı qalxdı buradadır. Yol bitdiyinə görə sağ tərəfə keçməyib. Yenə bir addım düşüb aşağıya. Mən də nə etməliyəm? Bir yarım addım düşməliyəm aşağıya. Yarım addım aşağı düşsəm D bəndində var, Y-də yoxdur, C-də yoxdur deyib çıxa bilərik variantlarımızı. 50-ci suala gəldik. Yəni 49-da təkrar sualı idi. 50-ci sual təkrar sual deyil, amma məncə bunu yazmayan tələbə yoxdur. Çünki bu şəkildən bu şəklə almaq üçün nə etmək lazımdır? 90 dərəcə fırlamaq lazımdır. Bu şəkildə 90 dərəcə qabağa fırladanda hansı variant alınır? A bəndi alınır. Diqqətli olun, 90 dərəcə geri fırladanda Y bəndində almış ola bilərsə, amma 90 dərəcə qabağa fırlatmaq lazım idi 50-ci sualımızda da. Gəldik 51-ci suala. Bəzək əşyaları, qol saatı, bilərzik, boyunbağı, üzük, medalyon, vitrin aşağıdan yuxarıya nömrələnmiş 5 rəfinə yerləşdirilib. Yazaq 1, 2, 3, 4, 5. Sonra deyir, hər bəzək əşyasının iki ədəd var. Lap yaxşı, deməli 10-dan eləyir, elə özdə yazıb. Bu 10 bəzək əşyasının yerləşdirilməsi ilə əlaqədar arkadaşlar məlumdur. Biri gümüşdən, bir digəri isə qızıldandır. Hər rəfə 2 bəzək əşyası yerləşdirilib. Lap yaxşı. Qızıl bəzək əşyaları rəfin sağ, gümüş bəzək əşyaları isə sol tərəfində yerləşdirilib. Deməli, bura olsun onun sol tərəfi, burada olsun sağ tərəfi. Üz görünüşünüzə görə belə eləyə bilərsiniz. Sizin necə görürsünüzsə. Sol tərəf, sağ tərəf. Deməli, biri qızıldır, biri də gümüşdür. Hansı qızıl idi? Hardadır? Sağ. Deməli, sağ tərəfdə qızıl, sol tərəfdə isə gümüş yerləşdirilməlidir deyə bir şərt verir. Və İki eyni bəzək əşyası eyni rəfə qoyulmayıb, onların arasında ən az bir rəf var. Lap yaxşı, bunu da öyrənmiş olduq. Yadda saxlayaq. Qızıl boyunbağı birinci, qızıl boyunbağı birincidirsə, boyunbağını qızıl tərəfə yazıram. Qızıl boyunbağı birinci, qızıl medalyon isə dördüncü rəfdədir. Qızıl medalyon dediyinə görə yenə sağ tərəfdə medalyon yazıram. Sonra yazır ki, gümüş medalyonla qızıl qol saatı eyni rəfdədir, gümüş üzrə qızıl birəzik eyni rəfdədir. Lap yaxşı. Bizdən nə soruşur? İkinci rəfin sol tərəfində hansı bəzək əşyası var? Mən burada medalyonu görürəm deyə onun üzərindən hərəkət edəcəksiniz. Burada medalyon yazılıbsa, sən heç vaxt bura medalyon yaza bilməzsən. Niyə? Çünki şərt icazə vermirdi. Onun arasında bir rəf olmalı idi. Medalyonun gümüş olanını burada yaza bilmirsən. Niyə? Çünki 4 ilə 3 arasında bir rəf yoxdur. Qalır ki, zədənin yerin. Ya ikinci yerə yazasan o medalyonun gümüş olanını, ya da birinci yerə yazasan. Və görürəm ki, gümüş medalyonla qızıl qol saatı eyni rəfdədir. Gümüş medalyonla qızıl qol saatı necə? Mən bura necə medalyon yazım ki? Bura medalyon yazsam, qızıl olan hissəyə boyunbağı düşür axı. Deməli, mən medalyon burada yaza bilmirəm. Gümüş medalyon düşür hara? İkinci yerə. Gümüş medalyon buradadır ki, yanına da qızıl qol saatını yaza biləsən. Bizdən də elə soruşur, ikinci rəfin sol tərəfində hansı bəzək əşyası var? Medalyon var, cavabımız olur. Hansı variant? B variantı. Məncə çox da çətinlik çəkiləsi bir sual deyildi, əgər həyəcanlı deyildinizsə. 52-ci sual biraz ağla çətin gələ bilərdi.
Amma ədədlərin, rəqəmlərin xassələrini bilməyimiz bizə kömək ola bilərdi. Yəni dediyim kimi asan səviyyəli sual sayılmasa da yazıla biləcək sual saymaq olar. Bu 15, 9, 15, 6, 3, 3-ə bölünənlər. Buradakılar isə 2-yə bölünənlər, 2-yə bölünən qiymətlərdir deyə biz birinci tərəfi 3-ə bölürük, ikinci tərəfi 2-yə bölürük. 44-ü 2-yə bölsək 22, 15-i 3-ə bölsək 5, 22-dən 5 çıxıram 17, 17-yi 2-yə vururam 34. Yəni o qədər də asan deyil. 98, yəni təkcə 2-yə bölmək, 3-ə bölmək görməklə də kifayətlənmirsən. 98-i 2-yə bölsən 49, 9-u 3-ə bölsən 3, çıxsan 46, 2-yə vursan 92 20 eləyir. Digərlərini yoxlamağa ehtiyac duymuram, özünüz yoxlaya bilərsiniz. 20-ni 2-yə bölsən 10 eləyir, 3-ü 3-ə bölsən 1 eləyir, ondan 1 çıxırsan 9 eləyir, 9-u 2-yə vursan 18 cavabımız oldu E variantı. Praktikası bu suallarda çox olan tələbələr məncə çətinlik çəkməzdi, amma belə çətin sual saymaq olardı. 53 isə rebuslar mövzusuna aid bir sual kimi çətin sual kimi qiymətləndirmirəm. Çünki 14-ün üstünə 5 gəlib 19, üstünə 4 gəlib 23, üstünə 3 gəlib 26, üstünə 2 gəlib 28, mən də üstünə 1 gəlməliyəm 29. A-nın qiyməti oldu 29, çıxılsın. B-nin qiyməti də yenə buradan baxıram. 11-in üstünə 3 gəlmişəm, 14-ün üstünə 2 gəlmişəm, bunun üstünə 1 gəlmişəm. Deməli, əvvəl nədir? 4 gəlməkdir. Bura neçədir? 5 gəlməkdir. Hər iki tərəfdən 7 qiymətini ala bilirik. 2 üstünə 5 gəlsən 7, 7 üstünə 4 gəlsən 11 qiymətini vermiş olur. A 29, B də 7 olduğuna görə fərqləri bizdə verir 22 Y variantı. 54 şəkil analizi ilə bağlı bir sualdır. Hətta sadəsidir, çox sadəsidir. Çünki bunun fərqli versiyasını, daha böyük versiyasını görübsüz. Səhv eləmirəmsə birinci dəfə bunun daha böyük versiyası düşmüşdü. Buradan bir xətt çıxır, bir xətdən bilirsən də, sən bizə dənə bir xətdən var. Burada yazsan 1. Bir xəttin hansıdır? K. K-dan gedən yol hara gedir? M-ə. Gətirib buraya yazsan M. Bu da getdi. Daha sonra 2 xətti, bir N var, bir də 2 xətti P var. 2 xəttinin getdiyi yolları əvvəlcədən də yazsaz daha yaxşı hamısını görə bilərsiniz də hansı hara gedir. 2 xəttlərin məsələn getdiyi yola baxsaq, N2 xəttisindən 3-ə və 4-ə yol var. 2 xəttlərdən biri budur, 2 xəttlərdən digəri də budur. Hansı 2 xəttidir ki, M-ə yolu var? Mən baxıram ki, P2 xəttisinin M-ə yolu yoxdur. Amma N2 xəttisinin M-ə yolu var. Onda burada yol görünür deyə gətirib bura rahat-rahat nə yaza bilərsən? N-i yaza bilərsən. N-dən çıxan yolun biri M-ə gedir, biri isə R-ə gedir. Onda M hissəsini yazmışamsa, bura rahat-rahat nə yaza bilərəm? R-i yaza bilərəm. Deməli, R olan cavabları saxlasam, hələ 3 variantım qalırmış. Davam eləyək. Daha sonra çox çətin bir şey qalmayıb. Onsuz da ki, 2 xəttin biri gedəndən sonra digər 2 xətti hansıydı? P. Burada gətirib P-ni yazırsan. Çünki başqa 2 xətti yeri qalmayıb. Bura 3 xəttidir. Burada 3 xəttidir. Rahat-rahat 2 xəttin yeri 2 xəttin yazanda cavabımız olur P, R. O da hansı variantdadır? Y variantında. Daha sonra gəldik 55-ci suala. Şəkil cədvəllərinə də deyə bilərik. Şəkil cədvəlləri deyək. Aid bir sualdır. Çətin sual tipi yenə də deyil. İstərsən səthi üzrə bax, istərsən üstün üzrə bax. Fərqi yoxdur. Məsələn, bax bu xətlə bu xət üst-üstə düşdüyünə görə silinir. Yerdə qalan müstəqil fiqurlar çəkilir. Bu çəkildi, bu çəkildi, bu çəkildi, oldu bu. Nöqtəyə və fikir vermirsən, yəni nöqtə orada yoxa çıxmır. Və yaxud da ki, burada bircə dənə oxşar olan hissə aşağı hissədir. Aşağıları yoxa çıxartdı. Digər yerdə qalan bu xətt çəkildi, diaqonal çəkildi, bu xətt çəkilmiş oldu. İndi burada bu şəkli müqayisədə oxşar olan heç bir hissə yoxdur. Bu xətti bunun üzərinə, bu xətti bunun üzərinə, bu diaqonalı bura çəksəm, bütöv bir şəkil alınmış olur. O da olub B bəndi, qutardı, getdi. 56-cı sual çox böyük görsənir, amma inanın ki, bax burada verilənlərin heç biri mənə lazım deyil. Sadəcə qorxutmaq üçün, gözü belə böyük göstərmək üçün verilən bir şeydir. 23 və 10 ilə 6 necə alarsan? 2, 3, 1, 0-ın cəmi 6 edir. Yəni kvadrat operatorunun işi yanında duranın qiymətləri, rəqəmləri toplamaqdır. 3 bucağın işi 38-dən 29 çıxıb 9 yazmaqdır. Dairənin işi də bölməkdir. Bunları sizə niyə verir? Biraz şübhəli qalacaq ayla. Görürsən bu qədər asanmı olar bunun həlli? Gətirib burada hər hansısa birində yoxlayanda görürsən ki, eyni cavabı alırsan, düzgün cavabı alırsan, onda deyirsən ki, düz tapmışam. Yoxlaya da bilərsiniz, yoxlamaya da bilərsiniz. 18 ilə 14 kvadratın işi nə idi? Rəqəmləri toplamaq. 1, 8, 1, 4-ün cəmi edir neçə? 14. Kvadrat operator yoxa çıxdı. İndi gəlir 3 bucaq. 14-dən 2. 3 bucağın işi nə idi?
Çıxmaq 14-dən 2 çıxıram elə neçə? 12. Buranı da əldə elədim, aldım 12. Qaldı 12 ilə 6 operatoru. Ortasındakı dairə operatoru daha doğrusu. O bizə nə verirdi? Bölməni 12 də 6-ya böləndə edirdi 2. Qutardı getdi. Yəni bu qədər sadə əməllər idi. Başqa da heç nə deyildi. 57-ci sual birinci cəhd imtahanımızda da var idi. 2026-cı. İkincisində də var. Biraz qarışıq gələ bilərdi. Birinci cəhddən öyrənmişdik və demişdik ki, necə yanaşmaq lazımdır? Ən asan şəkil hansıdırsa, daha rahat gördüyün şəkil hansıdırsa, onun üzərindən yanaşmağın daha məqsədə uyğundur. Məsələn, ən sonuncu hissəyə bax da. Ən sonuncu hissəyə baxmamışsan qabaq, buranı da tamamlaya bilərsən. Yəni bu xəttimiz belə, 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 bir dənə də belə. Yəni yenə də bu fiqurumuzu sola doğru, sola meyilli yıxmaq lazımdır. Güzgü əks eləmək lazımdır. Yəni bu güzgü əksdir. Nə edirik? Ən sonuncu hissəyə baxırıq da. Ən sonuncu hissədə bu fiqur, misal üçün siz biraz çaşdırıcı gələ bilərsə, bir dənə bu fiqura baxmağınız kifayət edir ki, bir neçə variantı çıxa bilərsiniz. Bir variant çıxa bilərsiniz, görə hissəsini çıxacaqsa. Deməli, nə edəcəm? Həmin fiquru fırladanda fikir versiniz, bu diagonal xətti bu formadadır da. Təxmini burada güzgü əksi onu aşağı tərəfə fırladır deyə, onun yeri gəlir düşür hara? Onun yeri gəlir düşür, bax bu hissəyə. Dairənin özünü çəkirsən. Dairənin özünü çəkəndən sonra xəttdə diagonalda, bax burada bu formadadırsa, sən də onu biraz əksinə çəkməlisən ki, o neynəmiş olsun? Güzgü əksindən gəl bura düşmüş olsun. İndi bizə lazımdır variantlarda o hissədə olmayan cavabı silmək. Mən də götürürəm, B bəndinə baxıram ki, orada elə bir fiqur verməyib, fikir verin. Həmin fiquru üçbucağın ən tir hissəsində verib. Mən orada elə bir şəkil görürəm. Yox. Deməli, B bəndinə görə silirsən. Bunu gətirib sağ tərəfdə tamamilə uzaq yerdə verib D bəndini silirsən. Cavabı qalır nə? 3 dənə variant. 3 dənə variant arasından baxanda, qalanda görürsən ki, ortada o damla işarəsi var ha. Ora baxa bilərsən. Damla işarəsi ikisində eynidir, birində fərqlidir. Yox, ora baxmaq istəmirsən. Məsələn, fiqurun ən aşağı hissəsi var ha. Onu tuta bilərsən də. Ən aşağıdakı fiqur budur. Ən azından fırladılma zamanı hara düşdüyünü əminliklə bilirsən də. Bir dəfə fırladılanda o hissə, ağızlı hissə formada olur. Bir dəfə fırlananda yenə bu formada olur. Yəni ağız aşağıya baxır da. Bir dəfə fırladılanda yenə o 90 dərəcəlik kəsik hissəsi var, aşağıya baxır. Demək istədiyim odur ki, A bəndini fırladanda %100 dəqiqliklə fırlada bilməsəz belə, ən azından bilirsən ki, bu şəkil yuxarıya fırladılanda bu ağız hissəsi, o 90 dərəcə kəsik hissəsi var ha. O 90 dərəcə hissə aşağıya doğru meylənir, yenə aşağıya doğru meylənir, yenə aşağıya doğru meylənir, biraz da sağ aşağıya doğru meylənə gedir. Fikir verin, həqiqətən sağ aşağıya doğru meylənib, eyni zamanda Y bəndində sağ aşağıya doğru neyinib, meylənibdir. A bəndə yuxarı verib deyə tamamilə yanlışdır. Cavabımız qalır ya C ya da Y variantı. Bayaqlarım dediyimiz elə bir hissədən də baxa bilərik. Bu damla işarəsini görürsünüz. Damla işarəsi biri yuxarı baxır, biri isə sağa meyillidir. Görək, sağa meyilli olmalıdır, yoxsa düz formada olmalıdır. Buradan da görürsən, bu şəkil bu hissəyə fırladılanda damla işarəsi gəlir düşür, bax bu formada. Təxmini elə onun ortasına düşür də, fırladılanda düz formada düşmüş olur. Bir dəfə də fırladılanda o gəlir bu hissədə sola doğru meyil olar, nəinki mərkəz və sola doğru deyə bilərsən. İndi fikir verin, Y bəndinə baxın, bir də C bəndinə baxın. Yəni burada mərkəzdə düz duran şəklimiz biraz da sola doğru fırlananda, yəni necə ola bilər ki, belə aşağıya baxan bir şəkil alınmış olsun? Mümkündürmü? Xeyr, mümkün deyil. Yəni bu sağ tərəfə qəti şəkildə meyləndiyini görürəm bunun. Ona görə Y bəndi də bu hissəyə görə səhvdir. Cavabımız var hansı variant? C variant. Yəni 3 və 4 dənə şəkilə baxmaqla, bəlkə də daha azına baxdıq, cavabı müəyyənləşdirmək olardı. Biraz qarışdırıcı, beyin qarışdırıcı sualdır. Dövlət qulluğu modelində birinci cəhddən eyni sual idi demək olar ki. Yəni, asandır mənasını demirəm, sadəcə eyni tipi idi. Yazmaq olardı da, bəzi məqamlar çaksaq olmazdı da. 58-ci sual şəkil ardıcılığı ilə bağlı bir sualdır. Qanun uyğunluğu müəyyənləşdirsək, çətin olmadığını görmüş olarsınız. Bu küncdə dayanan fiqur növbət dəfə böyük bir fiqura çevrilir. Bu küncdə dayanan fiqur növbət dəfə böyük fiqura çevrilir. Bu küncdə dayanan fiqur, fikir verirsiniz, hər dəfəsində bu küncdə dayanan növbəti hissədə böyük bir fiqura çevrilmiş olur. Onda bu fiqurun aşağı küncündə oval var deyə, burada oval böyük bir fiqura çevrilməlidir. B bəndi, C bəndi, Y bəndi çıxır. Daha sonra nəyə baxa bilərik? Məsələn, deməli, bax, bu dairəyə baxın. Bu oval,
keçdi küncə. Burada duran küncə keçir. Burada kvadrat buradaydı, keçdi bu küncə. Üçbucaq buradaydı, keçdi bu küncə. İndi burada dairə var, dairə keçməlidir bu küncə. Bu küncə keçənsə A variantındadır, qutardı getdi. Başqa hissələrə də baxarız. Kvadrat məsəl üçün niyə aşağıda oldu kvadrat? Bu hissədə durmuşdu, düzdür. O hissədə duran dairəyə baxırsan ki, dairə bir addım əks diaqonala keçirdi. Yəni burada duran düz bucaqlı bu şəkildə diaqonala keçirdi. Burada duran oval bir addım diaqonala keçirdi. İndi burada duran kvadrat bir addım diaqonala keçməlidir. Burada olmalı. Zaten iki variantda da elə idi, elə yaxşı birinci dairəyə baxmış oldu. Bu formada bir şəkil arzuluğu. 59-cu sual. Şəkildə neçə üçbucaq var? Əgər bir əllə saymağa çalışsaz, itirəcəyiniz şeylər var idi. Yəni hərfləmədən. Yox, hər nöqtəyə, burada gördüyünüz nöqtələr var da, hər nöqtəyə müəyyən hərf verib sonra baxsaydınız, onu daha rahat tapmaq mümkün olardı. Məsələn, yazıram bura A, bura yazıram. Çox qalındır deyəsən qələmimiz, biraz balacalaşdıraq. Bura yazıram A, bura yazıram B, C, D, Y. Hardan nöqtə var, sonra yazıram F, sonra bax buralarda da var. A, B, C, D, Y, F olsun, G, H, I, bura olsun M, bura olsun K, bura olsun L, bura olsun M, N, R. Məncə bütün hissələri nöqtələdim. İndi ən rahat görünən üçbucaqlar hansılardır? A, B, Y üçbucağı yazıram buradan A, B, Y üçbucağı. Sonra bu hissədə R, N, M üçbucağı, R, N, M üçbucağı. Sonra bu mərkəzdə G, H, I üçbucağı, G, H, I üçbucağı. Bir də aşağıda F, I, M. M-dən 2 dəfə yazmışam, heç nə olmaz. F, I, bu da olsun T olsun. F, I, T üçbucağı olmuş olsun. Burada yazdıq. Daha sonra bu 4 dənəsi rahat görsənir. Digərləri isə biraz geniş baxmaq lazımdır ki, hardan görüm. Baxın, o geniş baxandan çıxır bu üçbucaqlar. A, S, bir də G üçbucağı. Yazıram burada A, S, G üçbucağı. Bu nöqtələri biraz da genişləndirsəm A, T və D. A, T, D üçbucağı da var. Bax, burada belə bir A, T, D üçbucağı var. Bunu da gördünüz yəqin ki. Daha sonra hara baxa bilərik? Bu tərəfdən. N, H, L. N, H, L üçbucağı var burada. Yəqin ki, görürsünüz. Buraya yazıram N, H, L üçbucağı. Yenə N ilə başlayıb F-ə qədər gedib N, F, K üçbucağını belə gətirə bilərəm. N, F, K üçbucağını gətirirəm. 8. Yəni, bəzən tələblər 8 dənəsini rahat görüb 8 yaza biləriz. Amma bundan başqa bir dənəsi də var. O da gizlənirdi. Ki, o da buradaydı. Y, I, bir də R. Y, I, R üçbucağı var burada. Çəkilə bilərəm. Bu hissəni də nəzərdən qaçırmaq lazımdır. Aşağıda elə bir vəziyyət yoxdur. F, I, T üçbucağını zaten yazmışdıq. Elə bir vəziyyət yaranmırdı. Amma yuxarıda bir dənəsi də var. Cavabımız olur neçə dənə? 9 dənə üçbucaq. 4-ü çox rahat tapılır. 4 dənəsinin ona nisbətən biraz çətin tapılır. Bir dənəsinin arasında qala bilərdiniz ki, o 8 və yaxud da ki 9 yazasınız. Gəldik 60-cı suala. Bu imtahanın məncə ən asan sualı idi, ən rahat sualı idi. Niyə? Çünki burada x2 olanda y3 olur. 3 olanda 4 olur, 4 olanda 5 olur. Yəni bunu yəqin ki görməmiş olmazsınız. İnşallah ki həyəcanınız görməyinizə əngəl olmayıb. İndi x 112-dirsə, aşağıda x 112-də y ondan 1 vay çox 113 olur. Y 67-dirsə, x ondan 1 vay aşağı olur 66. Yəni tələskənlikdən nə səhv edə bilərsiniz? Bu 112-də 113 yazın, bu 67-68 yazın. Diqqətli olun. Burada y 67-dirsə, x neçədir deyir. Y ilə x-in müqayisəsində belə bir şey yaza bilərik. Y bərabərdir x plus 1-ə. Yəni x üstünə 1 gələndə y-in qiymətini ararsan. Onda 67 olanda x neçə olur? 66 olmuş olur. 113 və 66 cavabımız olur. 60-da A variantı. Sonra gəldik 61-ci suala. İmtahanın çətin suallarından biri 61-ci sualı idi. Deyəsən dim şifrələrlə ulduzu barışmır. İndiyə qədər ən asan suallar, ən asan hissələr demək olar şifrələrdən düşürdüsə, indi çətin sualları şifrələrin üzərinə yüklüyür. Dövlət qulluğu modelində olan bir sual idi və normal olaraq həmin anda düşünülməsi o qədər də rahat olan bir sual tipi deyildi. Nə etmək lazım idi burada? Əsas məsələ baxın, buradakı düzülüşlə buradakı düzülüşlər eyni olmalıdır, düzdür? O eyni olması üçün müəyyən dəyişikliklər eləmək lazım idi. Yəni burada 2 dənə
quş işarəsi görürsünüz, düzdür? Görün, Y ilə B oxşardır orada. Yox. Bizə kömək olacaq hissələrdən biri nə idi burada? Bu hissələrdə 2 dənə eynisinin olması, bu hissələrdə 2 dənə eynisinin olması. Mən bunu deməli, bir vahid arasını aşağı sürüşdürsəm, deməli, bu hissəni yarada bilərdim. Deməli, mən sol tərəfin sağ tərəfə oxşaması üçün nə etməliyəm? Nə etməliydim? Burada olan hərfləri birinci sütuna və digərlərini bir addım aşağıya sürüşdürməliydim. Bir də təkrarlayıram. Mən aşağıda yazılan sətri bütövdə köçürməliydim birinci sətrə. Bax, belə yazım, daha rahat görəcəksiniz. Y-ni, C-ni, F-i, D-ni. Ora köçürdəndən sonra indi şəkliniz budur. İndi durun, baxın, görün hələ. Oxşur yoxsa oxşamır. Baxın, C-nin yerinə nə var? Bu var. Oxşadı. A-ların yerinə nə var? 2 dənə A. Fikir verin, 2 dənə quş işarəsi var. Y-lərin yerinə nə var? Fikir verin, 2 dənə üçbucaq var. Ödədi. Hamısı ödəyir. Yəni, diqqətlə baxsaz, ödəyir. Deməli, eləməli oldun sadəcə alt sətri nə etməkdir? Yuxarıya qaldırmaq. Təbii ki, bu da asan bir məsələ deyildi onu görmək. Eyni şey burada da keçərlidir. Yəni, yazaq, sonra silərik. Yəni, aşağıdakı sətri silib, yuxarıdan yazmaq lazım. Yəni, birinci sətr eləmək lazım. C, E, J, E. Bura C, bura E, bura J, burada E yazıram. İndi diqqətlə baxın. Hər şey fiqur uyğun şəkildə bir-birini şifrələyir. Məsələn, C ilə C paraleldə dayanıb, düzdür? Baxın, paraleldə 2 dənə eyni fiqur dayanıb. Daha sonra alt-alta 2 dənə üçbucaq var. Fikir verirsiniz, həmin üçbucaqları ifadə edən K hərfləri var. Çarpazda belə I oxşarlığı var. Burada da çarpazda E oxşarlığı var. J'lərə baxıram, qıfıl işarələri var. Yəni, hansı siyah baxsaz, uyğun olar da artıq təkrarlamıram. Eyni şeyi burada da eləyirik. Birinci sətri, daha doğrusu üçüncü sətri silib, D, L, K, B-ni birinci sətri eləyirik. D, L, K, B. İndi yenə uyğunlaşdırsan, C-lərin yerində bu ikisi uyğundur. Tor işarəsinin yerində J-lər uyğundur. Daha sonra başqa nə var? Bunun yerinə fikir verin, A-lar uyğundur. Yəni, bura üçüncü sətirsə, burada üçüncü sətr olmalıdır. O baxımdan. Deməli, gəlin indi uyğunlaşdıraq görək. Hansı olmalıdır? Deməli, tor işarəsi deyir B-dədir. Bəli, diqqətlə baxanda görürük ki, bu B-ləri tor işarəsini ifadə eləyir. Birinci şəkildə, onda biri olur A. Daha sonra qıfıl işarəsi J olsun. Açılmış qıfıl J olsun deyir. Baxıram, birincidə yox. İkincidə, üçüncüdə də yox. İkincidədir. Verin, bu qıfıl işarələrinin mövqeyində ikisində də J hərfi dayanıbdır. J hərfi dayandığına görə onda 2-yə də B-ni yazaq. Sonra bu getir. C bəndinə baxıraq. I K-nı ifadə eləməlidir. Burada Y ifadə eləyir. Burada I K-nı ifadə eləməlidir. Eləyirmi? K-nı ifadə eləyir. Burada ifadə eləyirsə, fikir verin. Burada 2 dənə nüans var idi. Burada da I K-nı əvəz eləyir. Digərində də ona görə həm 1-ə C-ni yazırsan, həm 3-ə C-ni yazırsan. Bax, biraz çaşdırıcı da ola bilərdi. Burada yazmış, bax, eyni işarələr fərqli cütlüklərdəki fərqli hərfləri və fərqli işarələr fərqli cütlüklərdəki eyni hərfləri şifrələyir. Belə bunu nəzərdə tuturdu ki, yəni C burada, yəni I-nin K ilə ifadə olunması həm 1-də var, həm 3-də var. Qum saatı məsələsində oldu. İkisinə də uyğun gəlməsi bəlkə də bəzi tələbələri də çaşdırmış ola bilərdi, amma belədir. 1-ə AC, 2-yə B, 3-ə C. Sonra D bəndində quş işarəsi C-ni bildirsin. Quş işarəsi C-ni bildirsin. Quş işarəsi burada C-ni bildirmək üçün ikinciyə baxıb C paraleldə dayanıb. Biz də burada paraleldə dayanan hissələrə nə edirik? Paralel deməyim, diaqonalda dayanan daha doğrusu. Quş işarəsi, ona görə gətirəm, burada D-ni yazıram. 1-ə AC, 2-yə B-də, 3-ə C. Y heç hansına aid deyilmi? K-nı ifadə eləsin. Buradakı maskalar C hərfindəndir. Burada deyil. Buradakı D hərfinə uyğun gəlir. Bu da deyil. Buradakı L hərfinə uyğun gəlir. Bu da deyil. Yəni, heç birində K ilə ifadə olunma yoxdur. 1-ə AC, 2-yə B-də, 3-ə C B bəndindədir. Biraz ağır sual, çətin sual idi. 62-ci sual. Çox xoşuma gəldi bu sual. Çox maraqlı bir sual idi. Əgər riyaziyyatla bağlı probleminiz varsa çətin çəkə bilərdiniz. Hardasa. Amma belə çox maraqlı sual tipindən idi. Sevdim bu sualı. Deməli, Aysu var, Bikə var, bir də Cəmilə var. Deyir ki, hər qutun yığılmasına Aysu Bikədən 2 dəfə az, Bikə Cəmilədən 2 dəfə az vaxt sərf edir. Bu bizə birazdan lazım olacaq. Yəni, Aysu B-də C-dən daha sürətli işləyir.
Aysu və Bikənin arasında 60. Deməli, Aysu da 60-ını, Bikə də 60-ını hazırlamalıdır. Cəmilə isə 30 dənə qutu hazırlamalıdır. Aysu öz işini 3 saata bitirdi və Bikəyə işini tamamlamağa kömək etdi. Bunu gördüyün anda tez 60-ı bölməliydin 3-ə. Eləməlidir 20. Niyə bölmə müəllim? Deyirsənsə, deyim niyəsini. Aysu öz işini 3 saata bitirdi və Aysuya 60 dənə qutu hazırlamaq tapşırılmışdı. Həm Aysuya, həm də Bikəyə. Oradan müəyyənləşdirirəm ki, Aysu 1 saata 20 qutu hazırlayır. Əvvəlki bir şərtdə demiş ki, Aysu Bikədən 2 dəfə az, Bikə Cəmilədən 2 dəfə az vaxt sərf edir bu qutuların hazırlanmasına. Onda 1 saat ərzində Aysu 20-sini hazırlayanda Bikə 10 dənəsini hazırlayır, ondan 2 dəfə az. Cəmilə də Bikədən 2 dəfə az, yəni 5 dənəsini hazırlamış olur. Bax, bunu tapmaq lazımdır. 1 saata A 20-sini, B 10-unu, C də 5-ini həlləmiş olur. 3 saat sonra nə baş verir? 3 saat sonra onu baxmaq lazımdır. 3 saat sonra hər saatda 20-sini düzəldən Aysu 3 saat sonra 60 dənə qutu hazırlayır, bitirir. 3 saat sonra onu 3-ə vurursan, bu Bikə 30 dənəsini hazırlamış olur. 3 saat sonra 3-ə vurursan, tapırsan da 1 saata 5-də, 3 saata da 15 dənəsini də Cəmil hazırlamış olur. 60-ı hazırlayıb bitirəndən sonra belə bir şərh verir ki, Bikəyə işini tamamlamağa kömək elədi. Kim? Aysu. Baxıram ki, Bikənin tamamlanmamış 30 dənə qutusu qalıbdır. Mənə əlavə bircə saat da vaxt lazımdır ki, bu 30 dənə qutunu həll elədim. Yəni, tam hazırlamış olum. Necə? 1 saata bilirsən axı, Aysu 20 dənə qutu hazırlayır. Bikə də 10 dənəsini hazırlayır. 1 saat sonra 20 ilə 10-un cəmi neçə eləyir? 30 eləyir da. Deməli, 1 saat sonra Bikənin o 30 dənə qutusu da 20 plus 10 şəklində yoxa çıxır. Bu 1 saat müddət ərzində, bu biri 20, biri 10 hazırlayıb Bikə gedir. Bunun digər aidiyyəti yoxdur axı. Bu Cəmilə nə edirdi? Bu 1 saat ərzində yenə 5 dənəsini hazırlayır da o qaydaya görə. 5 dənəsini hazırlayır, 15-dən 5-ə çıxsan qalır bunun 10 dənəsi. Bizdən də soruşurdu ki, Aysu və Bikə işlərini bitirdikləri vaxt Cəmilənin neçə qutusu hazır deyildi? Cəmilənin 10 dənə qutusu hazır deyildi. Cavabımız olur nə? D variantı. Birinci 1 saat neçəsi hazırlayır, onu tapırsan 20. Sonra 2 dəfə az, 2 dəfə az söhbətinə görə biri 10, biri 5 olur. Onu tapırsan. 3 saat sonra 60'ı gedir, Bikədə 30'u qalır, Cəmilədə 15'i qalır. Bikənin 30'unu Aysu gəlib kömək edir deyə bircə saata həll edirlər. Çünki Aysu 20, o da 10'unu eləyir. 1 saat ərzində bitir. O 1 saat ərzində Cəmilə də 5 dənəsi hazırlayır və 10 dənəsi qalmış olur. Belə bir maraqlı riyazi məsələ sualı var idi. 63 hesab əməllərinə aid bir sualdır. Düşünürəm ki, orta ağırlıqla hesab eləmək olar bunu, hətta orta asan. Niyə? Çünki bunun daha çətin versiyalar düşüb deyə deyirəm. Amma ümumi asan sualın müqayisə ilə təbii ki, orta səviyyəli adlandıra bilərik. Gözümüz həmişə burada nə axtarır? Məntiqi hissə hardan başlayayım, necə başlayayım deyə bir hissə axtarsaq, mən burada görərdim bu hissəni DDD-dən 2L K-nı çıxanda son cavab olaraq DR alıbsa, D-nin burada ala biləcəyi 2 dənə qiymət var. Ya 2 ya da 3. Bunu özünü öldür, başqa qiymət ala bilməz. 4 yazsan, yadda maksimum 1 ötürəcək də bura. 3-dən 2 çıxanda bura 1 yazardı da. Niyə yazmayıb? Ya da ki 1 yazsan 1-dən 2 çıxa bilməzsən. 4 yaza bilmədinsə 5, 6, 7, 8, 9-u dünəndən yaza bilməyəcəksən. Deməli, D-nin şərtini ödəyən ya 2 var ya da 3 var. 2 yazıram ki, ötürmədiyin nəzərə alım. 3 də yazıram ki, 1 ötürsün də. Amma D-nin yerinə 2 versən, yoxlamalısan da, başqa bir aracın yoxdur. Görün hələ alınır, yoxsa alınmır. D-nin yerinə 2 versəm, onda elə qalır məcburən 0. L0 olanda K da olur 2. Burada axı yazmışdı ki, fərqli hərflərin isə fərqli rəqəmlərə uyğun olduğunu bilərək. Bu şərtə görə, yəni 222-dən 202 çıxsan 20 eləsində, bu ikilər K ilə D-nin qiyməti bir-birinə bərabər olur, L0 olur deyə, şərt L0 olmalı bir problem yoxdur. Əslində, natural falan yazmışdı. D ilə K-nın qiymətləri bir-birinə bərabər olmaz deyə 2 qiymətini bura verə bilmirsən. Zaten sənin 2 dənə qiymətinin yox idi. Ya 2 verirdin, ya da 3 verirdin. D-yə gətirib nə verirsən? 3 qiymətini vermiş olursan. D-yə 3 qiymətini verəndən sonra buradan bizdən B-ni istəyir deyə birbaşa B-yə fokuslana bilərsən. Hamısını tapa bilirsən əslində. Amma B-yə fokuslananda görürsən ki, B-dən 2 çıxanda 3 eləyibsə, B-nin qiyməti neçəymiş? 5 imiş. Cavabımız olur 5, qutardı, getdi. Bunun davamını da gətirə bilərsən. B 5-dir, daha sonra L 9-dur, K 4-dür, 5-dən 2 çıxdı 3, 12-dən 9 çıxdı 3, 3-dən 3 çıxdı, heç qalmadı. K 4-dür, L 9-dur, L 9, yəni bu formada digərlərini tapmaq mümkün olur. 63-cü sualda
Böyür üstə qoyandan sonra getdik 64-dən. Ədəd sırasında birinci həddi 6, ikincisi 10-dur. Ardıcıllıq sualını biraz belə bu formada dəyişibdir. Rahat bir sual idi bunda. Üçüncüdən başlayaraq hər bir ədəd özündən əvvəlki iki ədədin cəminin yarısına bərabərdir. Üçüncü deyir hədd, üçüncü hədd. Bu ikisinin yarısına bərabərdir. 6 ilə 10 cəmi 16, yarısı 8. Növbəti hədd bu ikisinin cəminin yarısına bərabərdir. Yəni 9-a. Növbəti hədd bu ikisinin cəmi yarısına bərabərdir. Yəni 17 bölsün 2, 8.5-ə. Növbəti 2 hədd, yəni bu növbəti hədd bu ikisinin cəmi yarısına bərabərdir. 9 ilə 8.5-in cəmini 2-yə böləndə 8 tam aşağı bir qiymət edir. 8.5-dən aşağı qiymət edir. Ona görə bizə də deyir ki, sıranın ən kiçik qiyməti hansıdır? Tam olmayan ədədi müəyyən elə. Ən kiçik tam olmayan ədədir. Elə 8.5-i götürsən, qutarı getdi. Sənə maksimum maraqlı qalır burada 8,25 olan hissəsi ki, bu 50-dən kiçikdir. O da 9 ilə 8.5-i toplayıb 2-yə böləndə 8,25 etmir. Yəni 9 ilə 8,5-in cəmi 17.5 2-yə böləndə eləyir 8,75. Gördünüz, kiçik deyil, böyük qiymətdir. 8.5 ilə 8,175-i toplayırsan, 8.5-i bölürsən 2-yə, edir 8.625. Bu formada uzana gedir. Və cavablarda da zaten o qiymətlər yoxdur deyə, elə çox da uzatmağa ehtiyac yoxdur. Cavabımız olur D variantı. Sıranın ən kiçik qiyməti 8.5-dir. 65-ci sual şəkil birləşdirmə ilə bağlıdır. Sadə formada yanaşsaq çətin olmazdı bizim üçün, amma biraz çətin formada yanaşmışsa, onda bu sualı siz çətin adlandıra bilərsiniz. Diqqətlə baxanda biz deyirik həmişə bir-birini tamamlayan hissələri axtarmaq lazımdır. Bir-birini tamamlayan hissələri, məsələn, 5-in yuxarısı mən nə ilə tamamlayaram? 2 yəqin ki deməlisiniz da, 2-nin hissəsinə bu 5-in yuxarı hissəsi oxşardımı? Ən uyğun variant nədir? 4-dür. Mən o 4-ü gətirib nə edirəm? Bura çəkirəm. Fikir verin. 4-ü gətirdim. Bu hissəyə çəkdim. 4-ü götürdüm, ora çəkdim. 4 oradadır. 4 orada olandan sonra onunla işim bitir. Artıq kvadratın bir tərəfi hazırdır. Digər tərəfini düzəltmək lazımdır. Digər tərəfini isə 3 ilə 1-i birləşdirmə nə elərsən? Yəni bu 2-ni bura gətirib necə yerləşdirəcəksən? Yerləşdirməyə cəhd elə görüm. Mümkün deyil də, yəni onun üstünü örtməyə. Amma 1-i çevirib bax bu hissəsini görürsüz, balaca hissəsini. O balaca hissəsi buranın üçündür də. Bura üçün gətirib nə edə bilərsən? Yerləşdirə bilərsən. Əl bacarığım mükəmməl olmasa da çəkməyə çalışacağam. Və bu formada 1-i də fırladıb gəpinizə çəkmiş olsan. Lap içərisini qaralasan, birinci şəklin orada olduğunu daha yaxşı və daha rahat şəkildə görmüş olarsan. Bax bu formada künc tərəfini görsəz kifayətdir. Deməli 1-də 10 üzərinə gətirdim. Bizdə artı olan hansı oldu? 2. Yəni bu şəkillə də bu şəkli hər hansısa birini çevirib yanına yapışdırmaq lazımdır. Elə bax bu hissəni götürün, çevirin, yapışdırın bu tərəfə. Niyə? Çünki bunun əyri tərəfi də buradadır, bunun əyri tərəfi də burada. İkisi də eyni tərəfdə də birbaşa yapışdırma olmaz axı. Gərək bunu çevirəsən və bunu çevirirsiniz 180 dərəcə, sonra yapışdırırsınız ora, olur kvadrat. Artı olan hansıymış? 2-ymiş. 66-cı sualda məncə çox rahat sual idi. Bunu yazmayan tələbə olmaz. 0, 3, 4, 0. Tərəflərini cəmi bura yazıbdır. 4, 0, 3 yazıb bura 4, 0, 3. 0, 4, 3, 0. Bunu da yazıb bura. İndi bizə ən yuxarıda 5-dir, sonra 0-dır, sonra 3-dür, sonra da 4-dür. 5, 0, 3, 4. Cavabımız olur 66-da C variantı. 67-ci sual. Ədəbiyyatda istifadə olunur bu sözlər əslində, amma tam ədəbiyyatla bağlamaq da olmaz. Azərbaycan dilindən bağlı bir sualdır. Sözlərin mənasını bilmək lazım idi. İzahlı lüğətlə söz ehtiyatınız çox idisə sizə asan gələcəkdir bu sual. Yox, söz ehtiyatınız çox deyildisə, təəssüf ki, sizə asan gəlməyəcəkdir və yaza bilməyəcəksiniz. Zənn, güman, təxmin sözləri eyni anlayışdadırlar, sinonimdilər. Üçü də izah, şərh və təfsir. Üçü də eyni mənadadır. Cavabımız oruna B bəndi. İzah, təlqin etmək, öyrətmək. Təlqinlə öyrətmə daha çox bir-birinə uyğun gəlir. Tədris, bilik, onlar daha çox uyğun gəlir. Yəni dediyim kimi, mənasını bilməsəz A və B arasında böyük ehtimal ki qalardınız burada. Çünki izahı, şərxi, tədrislə, biliklə əlaqələndirməzdiniz. Öyrətməklə belə əlaşsız qalanda yaza bilərdiniz öyrətməni, amma A ilə B-nin mənasını bilməsəydiniz, təbii ki, yazmaq olmurdu. Bu sualı analogiya mövzusundan yenə də Azərbaycan dili biliklərinizə güvənəcəyiniz bir sual idi bu. İzah, şərh və təfsir eyni anlayışlı sözlərdir. Daha sonra 68. Banu, Əsmər, Heydər və Sima üzgüçülük yarışına qatılmışlar.
Üzgüçülük yarışında nələr məlumdur? Finişə Siman bilavasitə ardınca, bilavasitə yəni düz ardınca, yəni ondan başqa ortalarında heç kim ola bilməz, onu nəzərdə tutur. Simanın bilavasitə ardınca Murad gəldi. Deməli yazaq belə. 1, 2, 3, 4, 5. Simanın bilavasitə ardınca Murad gəldisə, buraya yazaq S-mı, yuxarıda Sima, sonra Murad gəlsin. Banudan bilavasitə əvvəl də Heydər çatıb. Banudan da əvvəl kim çatıb? Heydər çatıb. Bunu da yazdıq bura. Bir də şərt verir ki, nə verir? Əsmər finişə qadınların birindən tez, digərinə isə gec çatıb. Da, bunu da nəzərə alarıq. Görə neçədən ehtimalı düzə bilərik? Böyük ehtimal ki, 2 ehtimalımız olacaq burada. Belə düzə bilərik. Deməli, Simanı, bir də Muradı birinci, ikinci yerə yazıb, Əsməri üçüncü yerə yazmalıyam ki, qadınların birindən sonra, birindən də əvvəl olsun, yoxsa HB-ni yaza bilmərəm. HB dediyimdə, yəni Heydərlə Banudur. Bu birinci ehtimal ola bilər. İkinci ehtimalda da bunun əksi. Yəni, X ilə B-ni buraya yazırsan, Ə-ni buraya yazırsan, S-dən E-mi buraya yazırsan. Niyə Ə həmişə üçüncü yerə qalır? Çünki birindən yuxarıda, birindən də aşağı olmalıdır. Bu iki dənə düzüşə görə variantını müəyyənləşdirməlisən ki, hansı olar, hansı olmaz. Orta ağırlıqlı və yaxud da ki, asan səviyyəli, digərə nisbətən bir mətni məntiqi təhlil sualı deyə bilərik. Əsmərin ilk üçlü olduğunu, Əsmər həqiqətən ilk üçlükdədir, müəyyən etmək kifayətdir. Simanın sonuncu olmadığını, birinci ehtimalda 1-dədir, birinci ehtimalda digər ehtimalında 4-dədir, danışa da bilmədim. Banu yarışını neçənci başa vurduğunu, Banu bir yarışda 5-ci olub, bir də 2-ci olub. Həqiqətən bunu müəyyənləşdirmək mümkün deyil deyə cavabımız olur C variantı. Yarışı 2-ci və 4-cü başa vuranın eyni cinsə aid olduqları birinci ehtimalında M-H Muradla Heydər kişi cinsindəndir. İkinci ehtimalında isə B-S Banu ilə Simadır, burada da qadındır. Yəni hansı ehtimal görsən, ikinci və dördüncünün cinslərinin nə olduqları, eyni cinsə aid olduqlarını müəyyənləşdirmək mümkün olur. Finişə çatma siyasında qadınların yerlərini göstərən ədədlərin cəmini, qadınların göstərən 1, 3, 5, 9-dur cəmi. Burada isə B, Ə, S-dır da Banu, Əsmər, bir də Sima. Bəli, rəqəmlər cəmi 2, 3, 4, yenə 9-dur. Fikir verirsiniz, 9, 9 isə deməli fərqi yoxdur, hansı ehtimal olur olsun. 9 cavabını tapmaq mümkün olur, 9 olur cavabımız. Yəni C bəndində isə onu tapmaq üçün, müəyyənləşdirmək üçün kifayət deyil. Gəldik 69-cu suala. Təkrar qəbul suallarından biridir. Şəkil cədvəllərinə aid yenə çox rahat bir sual. Hər sətirdə, hər fiqurdan bir dənəsi olmalıdır. Məsələn, dairə burada var, amma burada yoxdur deyə bir dairə çəkirik. Bu X burada var, burada var, ehtiyac yoxdur. Nöqtələr burada var, ehtiyac yoxdur. Sonra nə var? Bir də plusu görürsünüz, burada plus yoxdur, ulduzu. Ulduz burada var, burada yoxdur. Demək, ulduzu da bura çəksək, cavabımız var. Hansı variant? C variantı. Hər sətirdə, hər fiqurdan, hər elementdən bir dənəsi olmalıydı. 70-ci sual hesab əməllərini bilən tələbə üçün çətin bir sual deyil. 5A bərabərdir x, çünki operatorun solu soluna bərabərdir. 5A bərabər x isə A nəyə bərabərdir? X bölsün 5-ə. A-nın yerinə yazırıq x bölsün 5 kvadratda nəzərə alın. 8B sağ tərəfdə sağa bərabərdir. 8B 56-ya bərabərsə B nəyə bərabərdir? 7. Burada yazırıq 7. Olur nə? X bölünsün 5-in kvadratı üzərinə gəlsin. 7-nin kvadratı 49, 7 də bu 56. Plus 56 bərabərdir. X 56-ın qiyməti 137-dirsə, qiymətləri yerinə qoyundan sonra alınan ifadədə 137-yə bərabərdir deməkdir. Buradan x bölsün 5 mötərizənin kvadratı bərabərdir. 137-dən 56-nı çıxsaq edər 81. Buraya yazıram 81. Deməli, mötərizənin içərisi mənə nəyi verməlidir? Mötərizənin içərisi mənə 9-u verməlidir. X bölsün 5 bərabər 9 olmalı ki, 9-un kvadratı 81 eləsən. Buradan da x bərabər nə verməlidir? 45. Cavabımız oldu nə? C variantı. Gəldik 71-ci suala. Şəkil arzıqlarına aid yenə təkrar bir sual və sadə bir sualdır. Bu 90 derəcə geri fırlanır, bura çəkilir. 90 derəcə geri fırlanır, bura çəkilir. 90 derəcə geri çevirib, bura çəkilməlidir. Bir də müəyyən dəyişikliklər baş verir. O müəyyən dəyişikliklər nədən ibarətdir? Fikir verirsə, 90 derəcə çevriləndə qara sola düşməlidir, solda qalıb. Ağ da burada düşməlidir. 90 derəcə çevriləndə ağ yuxarı, qara aşağıda olmalı. Onlara dəymir. Üçbucağa da dəymir. Sadəcə plusla minusdur. Normal olaraq mən bunu 90 derəcə geri çevirəndə plus burada olmalıdır. Fikir verin, yəni bunu 90 derəcə geri çevirirsən. Plus burada olmalıdır normalda, amma orada deyil. Yerəni dəyişir. Mən bu fiquru 90 derəcə geri fırladanda normalda plus yuxarıda olmalıdır, amma fikir verirsiniz dəyişib yerini. Bizdən onları dəyişəcəksiniz. Heç o da variantlara baxanda görəcəksiniz ki, onun da əhəmiyyəti yoxdur. Sadəcə qara ilə ağın yeri dəyişmədiyini görsəydiniz, yenə cavabı tapmaq olurdu. Mən bunu 90 derəcə çevirəndə aşağı baxan bir ox lazımdır, düzdür? A-nı çıxardın, B-ni çıxardın, C-ni çıxardın. Qalardın iki dənə variant arasında. Heç plusla dairəyə baxma.
görmürsən də tutaq ki onu. Bu qara ilə ağ kvadrat yerini dəyişmirsə, mən bunu bir dəfə də 90 geri fırladanda qara sağda qalır, ağ solda. Qara sağda, ağ solda olan hansı variantdır? Y variantı. Heç bura baxmağa ehtiyac yoxdur. Amma baxsaq, həqiqətən görərik ki, normalda bu dairə solda qalmalıdır. Amma keçib sağa. Bunun qaydası buydu. Gəldik 72-ci suala. Mühakimə tipli bir sual idi. Məncə analiz edə bilərdiniz. Son dövrlər kinosevərlərin ən çox maraq göstərdiyi filmlər əsasən komediya və qorxu film janrlarına aiddir. Ən çox maraq göstərdiyi filmlər. Hansı mütləq doğru deyil? Qorxu və komediya filmləri başqa filmlərdən daha populyardır və mənə daha uyğun gəlir. Niyə? Çünki yazır ki, son dövrlər kinosevərlərin ən çox maraq göstərdiyi. Populyar nə deməkdir? Maraq göstərilir ki, o populyar olur. Cavabımız elə A bəndə olacaq, amma hər ehtimal qarşı gəlirəm. Son dövrlər başqa janrlarda filmlər az çəkilir. Filmlərin az və ya çox çəkilməsinin əhəmiyyəti yoxdur. Digər filmlərdən çox çəkilə bilər, amma maraqlı olmayandan sonra o qədər çəkilsin ki. İnsanlar yalnız komediya və qorxu filmlərinə baxmaq üçün yalnız yox. Sadəcə maraq göstərdiyi, ən çox maraq göstərdiyi odur. Qorxu və komediya filmləri hər zaman gözdən artıq maraq göstərilir. Hər zaman yox, yazıb ki, son dövrlər. Kinoteatrlarda yalnız qorxu və komediya filmləri nümayiş etdirilir. Maraq göstərdiyi yox, maraq göstərilən daha çox odur. Yalnız onu nümayiş etdirir deyil. Yəni ən uyğun cavab olur A variantı. Çünki qorxu və komediya filmləri başqa filmlərdən daha populyardır. Çünki elə ona maraq göstərilir. Maraq göstəriləndə populyar olmuş olur. 73-cü sual. Həmişə çətin rebus sualı kimi, əvvəlki illərin ən çətin rebus sualları kimi bu sual izah olunub. Sadəcə fərqi ondan ibarət ki, orada dairələrlə verilmişdir, burada kvadratlarla verilib. Bu da təkrar sualdır. Necə eləyib? Təkrar sual deməyim, onun oxşarı deyim, daha məntiqli olsun. Çünki orada da belə bir tip var idi. Sadəcə orada toplayırdı, 3 vururdu, tərsinə çevirirdi, çıxırdı, 3 vururdu, tərsinə çevirirdi. Burada isə kvadratları cəmlə bağlı bir şeydir. Təkrar deməyim, oxşar sual deyə bilərik. Məsələn, bu 53-ü görmək lazım idi ki, 2-nin kvadratından 7-nin kvadratının cəmi 53-ü verir. Yəni də bu çətin sual sayılır. Əgər o sual tipini görməyibsizsə, yadda saxlamayıbsızsa, yox, görüb yadda saxlayıbsınız, onda asan, rahat şəkildə yaza bilərdiniz. Burada fikir verirsiniz, xəttlər aşağı gəlirsə, onda çıxılır. 9-un kvadratından 6-nın kvadratını çıxıram, 81-dən 6 çıxanda 45-i vermiş olur. Harada sizə yoxlaya bilərsən, yuxarı gedən toplanır, aşağı gələn kvadratların fərqidir. Aşağı gələn kvadratların fərqi, yuxarı gedən kvadratların cəmi, hamısı ödəyür. Bizə də lazımdır bu hissədə sual tapmaq. 2 hissədən də baxa bilərsən. Mənə rahatdır ki, toplama hissəsindən baxım. 1-in kvadratından 6-nın kvadratının cəmi bizə verir 37-ni. Yazıram bura 3. Yox, əksinə baxsaydıq, 5-in kvadratından 3-ün kvadratını çıxmalısan ki, 16 alasan. Hər iki məqamda təbii ki, ora bir dənə qiymət yazmaq lazımdır da, eyni qiymət idi. C variantı 3. Gəldik 74-cü suala. Bu sualı tələblərimi işlətmişdim. Ümid edirəm ki, bunu səhv yazmayıbsınız. İşləməsəydiniz belə yaza biləcəyiniz sual tiplərindəndir. Sadəcə imtahandan qabaq işləyib getmişdiniz. Ümid edirəm ki, yazıbsınız. Birinci xətt üzrə qatlanma olacaq, ikinci xətt üzrə qatlanma olacaq, sonra da üçüncü xətt üzrə qatlanma olacaq və bizə deyir ki, üst-üstə düşən rəngsiz xanalar rənglənmir. Yəni, ağ rənglə ağ rəng üstə düşsə, ağ rəngdə qalacaq. Rəngli xanalar rəngsizləşir. Yəni, qara ilə, indi qara deyək də buna. Qara üstə düşəndə bu olur ağ. Və xanalardan biri rənglənmiş, digər isə rənglənməmiş oldu da, rəngsiz xanada rənglənir. Yəni, ağla qara nə vaxt ki, üstə düşdü, onda qara rəngə çevirməlisən deyir. Bu sadəcə səbirlə yazmaq lazım idi. Birinci simmetriya üzrə qatlasam, nə baş verir? Qara ilə qara deyə bu olur ağ, ağ, ağla ağ. Bura olur ağ, qaradır deyə, qara, qara. Burada olur qara, qara. Bu ikisi qaradır deyə olur üst-üstə gələndə ağ. Bu ikisi ağdır deyə ağın ağı toplayanda bizə verir ağ. Yəni birinci xətt üzrə yuxarıdan aşağı qatladım, açdım. Qatladım, açdım. Çünki burada yazı bax, birinci düz xətt üzrə qatlanıb açılır. Ardından ikinci düz xətt üzrə, daha sonra üçüncü düz xətt üzrə qatlanıb açılır. Yəni qatlayıb açanda bu rənglər yarar. Birlə bağlı işin bitdi. İndi keçirsən 2-yə. 2-yə keçəndə diqqətli ol. 2 hamısını bərabər şəkildə aparmaq lazımdır. 3-ün üçünə də. Yəni bu ikisinə bir baxasan, bax bu hissə ilə bu hissə 1, bu hissə ilə bu hissə 1, bu hissə ilə bu hissə 1. Yəni güzgəcsin, yəqin ki, bilirsiniz. Birinci bir sətri bitirək, ondan sonra keçərik. Məsələn, burada qara ilə ağdır deyə ikisi də çevrilir, qara olur. Bura ağla ağdır deyə ağ qalır, ağ qalır. Bu ikisi qaraya çevrilir, bu da qaraya çevrilir. Bu isə ağla ağ deyə ağ qalır. İndi ikinci sətrlərə baxıram. Güzgüdən uzaqda, məsafədə 2 uzaqlıqda olanlara. Bura ağ, bura ağ. Onda bura ağ olur, burada ağ olur. Ağla qaradır. Burada qara olur, burada qara olur. Qara ilə ağdır. Burada qara olur, burada qara olur.
Qara ilə ağdır. Burada qara olur, burada qara olur. Ağla ağdır. Burada ağ olur, burada ağ olur. Ağla qaradır. Burada qara olur, burada qara olur. Ümid edirəm ki, səhv eləmədən yazdım. Daha sonra sonuncu siyah baxıram. Bu sətirlə ən axırıncı sətrə. Ağla ağ bizə ağı verir. Ağla qara bizə qaranı verir. Qara ilə ağ bizə qaranı verir. Qara ilə ağ bizə qaranı verir. Ağla ağ bizə ağı verir. Ağla qara bizə qaranı verir. Bu da oldu ikinci xətt üzrə. İndi son üçüncü xətt üzrə açıb qatlamaq lazım ki, onlar da bu formada. Bu ikisi bir gedəcək, digər ikisilər də bir. İndi qara ilə qara bizə ağı verir, deyə bura yazıram ağ. Qara ilə qara bizə ağı verir, deyə bura yazıram ağ. Ağla qara bizə verir qaranı. Ağla qara bizə verir qaranı. İki qara ağa çevrilir, iki qara ağa çevrilir. Bunu yazdıq. Sonra fikir verin hamısına. Qara ilə ağdır. Bura olur qara. Yenə qara ilə ağdır. Qara. Yenə ağla qaradır. Qara. Yenə ağla qaradır. Qara. Yenə ağla qaradır. Qara. Yenə ağla qaradır. Qara. Bir də hamısını tək deməyim deyə baxın. Ağ, qara, ağ, qara, ağ, qara, ağ, qara, ağ, qara, ağ, qara. Yanıltmaca döndü. Bütöv sütun üzrə bax. Bunların hamısı yenə də nəyə çevrilməlidir? Qaraya çevrilməlidir. Hamısını silirib nə yazıram? Qara yazıram. Çünki hamısı ağ, qara cütlüyü idi. Yəqin ki, gördünüz artıq. Bir-bir deməkdən yoruldum. Bizə dənə, bizə dənə yox. 4 dənə burada ağ var. 4 dənə də burada ağ var. Qalan hamısı qaradır. Bu 6-ın 6-ya deyə 36-dır. 36-dan 8 dənə ağı çıxsaq, yerdə qalar 28 dənə qara. Cavabımız var. Hansı variant? C variantı. Sadəcə diqqətli olmaq lazım. Ümid edirəm ki, vaxt çatdırıb yaza bilibsiniz. Bezdirici sual tipidir. Gərək bir-bir ağ, qara, ağ, qara, ağ, qara yazasan. İnşallah ki, yazıbsınız. 75-ci suala gəldik. Demişdim, bu tipdən 2 dənə düşüb. Fikir verin, bu da çox rahat şəkildə yaza biləcəyiniz suallardan biridir. Məsələn, nöqtədən yuxarıya bir düz xətt çəkilib. Amma əsas şəklimizdə yoxdur. Deməli, bizim ehtiyacımız var ki, nöqtədən yuxarıya düz xətt çəkilsin. Burada düz xətt çəkilməyib. Burada düz xətt çəkilməyib. Burada yarımçı çəkilib. Burada yarımçı çəkilib. Canım qaldı B bəndi. Bizədən orta xəttin yuxarıya doğru tam xətt lazımdır deyə mənə. Bir variant uyğun gəldi. O da B bəndində. Uzatmadı, ehtiyac yoxdur. 76 biraz böyük qiymətlər idi deyə çətin görə bilərdiniz, amma kiçik qiymətlər olan hissəsi də var. Oradan hardasa müəyyənləşdirmək olardı. 24 ilə 27, yəni orta ağırlıqlı sual saymaq olar bunu. Cəmi eləyir 51, 3-ə böləndə 17. 27 ilə 60-ın cəmi 87, 3-ə böləndə 29. Yəni ikisinin cəmi 3-ə böləndə ortadakı qiymət verir. 123 ilə 60-ın cəmi 203 eləyir, 203 nə idi? 183 eləyir, 3-ə böləndə 61. Düz öldüm mən bunu. 183, 3-ə böləndə 61 eləyir də. İndi bu formada gedir. Bu ikisinin cəmi 3-ə bölür, bura yazır. Bu ikisinin cəmi 3-ə bölür, bura yazır. İndi biz də nə edək? 270 ilə 24-ü cəmləyib 3-ə bölüb bura yazar. 270 ilə 24-ün cəmi eləyir 294. Ona nəyə bölmək lazımdır? 3-ə bölmək lazımdır. 3-ə böləndə 9 dəfə çıx 27, 2, 24, 8, 98 eləyir. Bura yazırıq 98-i, yəni A bəndini. 76-da getdi, gəldi 77. Futoşeki mövzusuna aid bir sual idi. Sadəcə şərtlərini belə bir dəyişik formada vermişdi. Heç bir çətinliyi yox idi. Cədvəl oyunlarını işləyən tələbə bundan şikayətlənə bilməz. Müəllim burada böyük kiçik işarəsini az vermişdi, axı versin də. Çox rəcidə tapmaq olurdu. Məsələn, buradan mən bura 2 verə bilmərəm. Niyə? 2 çünki ancaq birdən böyük, düzdür? Bir təkrar ancaq. Mən bura 3 də verə bilmərəm. Niyə? 3 böyük 2. Lap yaxşı. Bəs bura nə yazsam? 1. Axı yuxarıda yazılıb 2 ancaq birdən böyük. Olmaz axı 1. Bura birbaşa 1 yazım. Axı yuxarıda var, olmaz. Deməli 3 dənə xana davamlı gəldiyinə görə bura ancaq 4, 3, 2 yaza bilərsən. Çünki burada 1 yazılıb onun qarşısını alırdı. Ancaq 4, 3, 2 yazılır. Bu mütləq hissə buradan başlamaq lazım idi. 1, 2, 3 bura qalır 4. B-nin qiyməti artıq çıxdı ortaya. Mən baxıram ki 4'ü bu hissə yaza bilmirəm. Düzdür? Niyə? Çünki sətirdə istifadə olunub. 4'ü burada yaza bilməzsən. Niyə? Yaxşı, burada 4 yazın, yuxarıya yazırsan, 5 yazarsan. Yox, elə bir vəziyyət yoxdur deyə 4 aşağıya da düşmür. 4'ü burada yaza bilmirsən, çünki sətirdə var. Bir dənə qalır 4 hara? A-nın yerinə. Bunu da tapdın. Bunu tapmalıydın belə. Birinci sütunda var, ikinci sütunda var, üçüncü sütunda 4 var, dördüncü sütunda yoxdur.
Bax gör hansı sütunda və hansı sətirdə yoxdur. 4-cü sütun 3-cü sətirdə yoxdur deyə 4-ü 100% buraya yazırsan. Niyə? Bu sətirdə var, bu sətirdə var, bu sətirdə var. 4 qalır hara? Bu hissəyə. Bunu da yazdıq. Əla. Daha sonra bu axırıncı sətrə baxsam 3 4 var, 1 ilə 2 yoxdur, düzdür? 1 ilə 2 istənilən formada qeyd edə bilərəm, hələ ki qalsın. Gələk bu xananın içərisinə. Bu hissədə mən bilirəm ki, bura 4 yazılmadı, 3 yazıla bilər, 2 yazıla bilər və yaxud da 1 yazıla bilər, düzdür? Necə? Bura 1 yazılmadı, o heç. Ya 2 yazmalıyam, ya da 3 yazmalıyam. Mən bura gətirib 3 yazsam, onda bura 2 də düşə bilər, 1 də düşə bilər. Düzdürmü? Yaxşı, bu hələ ki qalsın. 2 yazsam, bura 1 düşəcək, bura 3 düşə bilərmi? Yox, düş. Demək dedik ki, bura 2 yazılmaz. Bura 2 yazılmayacağını bildiyimə görə, onda sən 2-ni burada yaza bilməzsən. Deyərsiniz, niyə? Mən bura gətirib 2 yazsam, onda 2 nədən böyükdür? 1-dən. 3 qalmır bura. 3-ün 3 təkrarlanacaq. Bu hissədən də ən sonuncu ilişəcəyiniz hissə yekunlaşmış olurdu. 4 yaza bilmirəm, artıq yazılıbdır. Daha sonra 2 yaza bilmirdim bu hissəyə. Səbəbini dedim, çünki təkrarlanacaq. Bura 2 yaza bilmirəmsə, onda yuxarıya 2 yazmağı düşünsəm, 2 yalnız 1-dən böyükdür. Burada 3 qalır, 3-lər də təkrarlanacaq olmaz. Deməli 100% 2, bura olmadısa 200% bura yazılmalıdır. 2-ni oraya yazandan sonra bu sütunda 3 ilə 1 qalır. 1 böyük 3 deyəsə deyəsən ki, 3 böyükdür 1 deyəcəksən. 1, 2, 4 istifadə olunub bura 3 qalır. Daha sonra 3, 4 gedib 1 ilə 2 qalıbsa bura 2, bura 1 yazıram. 1, 3, 4 burada 2 qalmışdı. 1, 2, 4 burada 3 qalmışdı. 2, 3, 4 burada da 1 yazırıq, qutar getdi. A-nın qiyməti 4, B-nin qiyməti 4, C-nin qiyməti 3, D-nin qiyməti isə 1 oldu. A çıxılsın B. 4 çıxsın 4, 0, 0-ı nəyə vursan 0 edəcək. Kiçikdir 2-dən, bəli, doğru şərtdir. 1-i götürdük. A minus B, 4 çıxaq 4, 0 eləyir. Üstə gələk 3, 1, 6 eləmir, 4 eləyir. A üstə gələk B, 8, çıxılsın 3 bölək 1, 3. 8-dən 3 çıxanda 5 eləyir. 5 kiçik deyil 5-dən. Bərabərlikdə qoysaydı düz olardı. A plus B 8 eləyir. C minus C böləkdə də 3 eləyir. 8 bölünsün 3. 3-də 8, bu yazıb 3-də 4. Olmaz. A bölünsün B. 4 bölünsün 4 1'dir. C minus da 2'dir. 1 bölünsün 2 0.5'dir. Həqiqətən 0.5 1-dən kiçikdir. 5'i də götürəcəksən. 6'da A vurulsun B 16'dır. C plus da isə 4'dür. 16'ın 4'ə böləndə 4 edir. O da 3'dən böyükdürmü? Böyükdür. 6'da doğru cavablarımızdan biridir. Keçdik 78-ci suala. Maraqlı suallardan biri də buydu. İxtiyarı çevrilməsinə əsasda alına bilən variantları seçin deyirdi. Bunu qətiliklə variantı çıxa biləcəyiniz hissələr var idi. Onu görmək lazım idi. Baxaq hardan başlayırıq. Məsələn buradan. 4'ün üstündə 3. 4'ün üstündə 3 olanda sağında 2 var. Buradan baxıram ki 4'ün üstündə 3 verəndə sağında 5 verib. Bu ola bilməz. Sağında 2'dirsə sağında 2'ni saxlamalıyam. 1 ona görə yanlışdır. Daha sonra bu kubun eyni üzərində olan 4 var. Diqqətlə oraya baxsaz görərsiniz ki 2'nin üstündə 3 olanda solunda 4 var. Burada 2'nin üstündə 3 olanda sağında 4 veribdir. Və yaxud da ki 2 ilə 3'ün birləşdiyi nöqtədə 4 üzü yoxdur. 4 onların ayrı-ayrı olan hissələrindədir. Amma fikir verin 4-cü şəkilə 3 ilə 2'nin birləşmə nöqtəsinə tərəf 4 çəkilibdir. Olmaz. Yəni münasibət baxımından da görə bilərsiniz ki 4 yanlışdır. 1 yanlış, 4 yanlışdırsa ya qalır 2 5 ya da qalır 3 ilə 5. Burada da doğru olan variant 2'də yazıb ki 2'nin üstündə 6 sağında da 3 var. 2'nin üstündə 6'nı görmək üçün sən hara yazarsan 6'nı? Zaten 2'nin iki tərəfini görürsən də. Deyirsən ki, mən 6'nı aşağıya yazaram ki, bu tərsdən baxım 2'nin üstündə 6 görüm. Düz eləyirsən, yaz. Amma 6'nı aşağıya yazanda 3 ilə 6 bir-birinin qarşısı olmurmu? Olur. Bax, buna görə bu hissədən yanlışdır. Bir də deyəcəm, 6 üzünü sən 2'nin aşağısına yaza bilərsən də, bu altda görsəm yön üz var ha. Bax, o hissəyə yaza bilərsən. Ora yazanda 6'ın üzü avtomatik olur qarşı üz. Ona görə yanlışdır. Amma mən bəlkə bu sol tərəfdə düşünürəm o 6'nı, bir də o tərəfdə düşünə bilərsən də. O tərəfdə, yəni sağ tərəfdə daha doğrusu düşünəndə 6'nı 2'nin üstündə 6 görmək üçün hardan baxmaq lazım? Buradan. 2'nin üstündə 6 olanda buranın hansı tərəf olur? Sol tərəfi olur 3. Bax, bir də deyirəm, 2'nin üstündə burada 6 olanda sol tərəfində 3 var. Amma burada nə yazıb? 2'nin üstündə 3 olanda, 2'nin üstündə 3 olanda, daha doğrusu 2'nin üstündə 3 olanda, 2'nin üstündə 6 olanda, daha doğrusu. 2'nin üstündə 6 olanda solunda 3 var. 2'nin üstündə 6 olanda sağında 3 verib. Olmaz. 2 də ona görə yanlış olur. 2'ni biraz analiz eləməkdə çətin çəkə bilərdiniz. Yəni təkrar edirəm onu. Amma 6'nı 2'nin ətrafında üstündə görmək üçün ya aşağısına yazarsan,
ya sağ tərəfinə yazarsan. Aşağı yazsan 3 ilə qarşı üst təşkil edilir olmaz. Sağ tərəfə yazsan 2-ün üstü 6 olanda solunda 3 verir. Burada sağında 3 vermişdi. 2 də yanlış deyə cavabım qarşına 3 və 5. 2-ün üstünə 4, sağına da 6. Həqiqətən mən 6-nı aşağı yazsam, tərsdən baxsam, 2-ün üstündə 6. İndi ekrandan baxanda sənin solun görsənir bu. Amma tərsdən baxsan deyə sağındır da. Həqiqətən 2-ün üstündə 6, sağında 4 var. Yarada bilərəm ixtiyar çevirməcəsində. Bir də bu yüzdən heç biri olmadı. 6, 5, 1 verir ki, o da yaratmaq mümkün olur. Cavabımız olur 3 ilə 5. D variantı belə bir maraqlı kub sualı. 79 və 80. 80-ci sual təkrar sualdır. Qəbul sualıdır. Artist, tərcüməçi, inşaatçı, redaktor. Burada ekskavatordur. Artist, tərcüməçi, inşaatçı, redaktor şəxsi anlayışlardır. Ekskavator fərqlidir. 79 təkrar sual deyil, amma yazılmayacaq sual deyil. Kərtənkələ, tısbağa, canavar, qurbağa və ekologiya sözləri cavabımız olur Y. Deyəsən bir tələbə tələskənlikdən onu canavar cəbəni yazan görmüşdüm. Niyə? Kərtənkələ, qurbağa, tısbağa onları görür deyə yəqin ki, canavar fərqli olur. Amma canavar da o götürəndən sonra ekologiya ilə necə əlaqələndirsən digərini? Ekologiya tamamilə fərqli variantdır. 79-da Y bəndi, 80-də D bəndi. 81. Aşağıdakı cədvəldə A, B, C, D hərflərinin yerinə 12, 13, 14, 17, 18 elə yazılmalıdır ki, ardıcıl ədədlər qonşu olmasın. Yəni 12, 13, 14, 15, 16, 17 yanlış olmasın. Maraqlı suallardan biri idi. Yazmaq olardı. Məsələn, bizə ABC-nin maksimum neçə olacağını soruşur dediyinə görə mən hansı qiymətə götürürəm? 14-ü, 17-ni və 18-i götürürəm. Amma 14, 17, 18-ni yerləşdir deyəndə, yerləşdirmə ilə bu ən böyük qiymət alır deyə birbaşa onu götürəsi deyilsən ki, məsələn, mən B-nin yerinə 14 yaza bilmərəm. Niyə? Çünki 15-dən yanaşı düşür. Deyirdi ki, ardıcıl qiymətlər yanaşı olmaz. 14-ü C-nin yerinə də yaza bilmirəm. Niyə? Çünki 15-dən 14 alt yuxarıdır, aşağı yuxarıdır. Deyirdi ki, alt üstdə ola bilməz. Onda məcbur qalırdıq ki, 14-ü yazaq A-nın yerinə. Sonra qalırdı 17-dən 18, düzdür? B ilə C-nin yerinə 17 birinə yazıram, 18 birinə yazıram. Hər şey indi çox qəşəng görsənir. Amma yerdə qalan 12 və 13 qiymətlərini yerləşdir desəm, niyə necəksən? D ilə Y qaldı, 12, 13, hara istəsən çevir, ya 13, 12 yaz, yenə də olmaz. Çünki qiymətlər bir fərqlə olanlar yanaşı yazıla bilməzdir. Bunu dəyişsən yenə nəsə dəyişməyəcək. Ona görə 14 yazılanda bu şərtə ziddiyyət təşkil edir. 14 olmayacaqsa onda 17, 18 qoy 13-ü düşünüm. Görüm yaza bilərəmmi, yoxsa yaza bilmərəmmi? İndi onu yerləşdirməyə çalışsaq, B-nin yerinə deməli A-nın yerinə 17-ni yaza bilməyəcəm. 18-i yazaram. Bura 17-ni yazaram. Bura 13-ü yazaram. Niyə bura 13 yazıram? Çünki aşağıda təkrarlanma ola bilər. 12-də yazsam, 14-də yazsam oraya gəlməyəcək. Ona görə 17-ni yazıram. Yerdə 12-ni 14 qalır. Bura 12-ni də yazsan, 14-də yazsan düz gəlir. Bura 14 yaz, bura 12 yazsan yenə ikisində də düz gəlir. Heç bir problem yaranmır. Bu formada olanda heç bir problem yaranmır. Nə 15 yanında 16 düşmədi, nə 16 yanında 17, 18, 17 düşmədi. Nə də digər hissələrdə. Belə olanda problem yaransında 12-ni bura yazıb, 14-ü buraya yazaq ki, 11-dən 12-də yanaşı düşməmiş olsun. İndi hər şey qaydasındadır. Ona diqqət eləmək. Düz o qədər önəmi yox idi, amma daha dəqiq olsun deyə yazdıq belə. 17, 18, 13-ü cəmləsək neçə eləyər? 35, 48 ilə cavabımız oldu. Hansı variant? D variantı. Elə bir maraqlı sual. Maksimum ya 49 olardı ya da 48 olardı. Bir düşürsən də 13-lə də düzəldə bilməsəydin düşərdən aşağıya digər versiyaları yoxlamağa. 82-ci sual çox böyük görsənir, çox qarışıq görsənir, belə beyin yandırıcı görsənir. Amma ümid edirəm ki, burada cədvəl tərtib eləməyə çalışmayıbsınız. Əziyyətinizə heyifdir. İmtahan ab-havasına təbii ki, elə də bilərdiniz. Yəni, bu tipli sualları görəndə cədvəl tərtib eləməyə çalışırsınız. Amma bəzi sual tipləri var ki, deyirdim, cavablarında özü yazır nə varsa. Ki, bu da o tipli suallardan idi. Heç bir cədvəl tərtib eləməyə ehtiyac yoxdur. Sadəcə düzgün analiz eləmək lazımdır. Bizə yazır ki, hər qrupda ən az bir zabit və ən az bir əskər olmalı, lap yaxşı. 2 qrupun hər birində 2, bir qrupda isə 5 nəfər. Bu şərti oxuyandan sonra bir dənə gözünüz dəysin Y bəndə gör nə yazıb. Burada 4 nəfər var, burada 3 nəfər var, burada 2 nəfər var. Niyə? Fakt özü yazır da, birində hər qrupun hər birində 2, bir qrupda isə 5 nəfər. Yəni 2, 2 və 5 nəfərlik qruplar olmalıdır. Y bəndini ona görə anında çıxa bilərsin. Bir də şərtlər verir. Bu olsa belə olmalıdır, bu olsa bu gəlməlidir, belə olsa belə olmalıdır və s. deyə şərtləri analiz eləmək lazımdır. Yazır ki, əgər o A ilə bir qrupa düşərsə,
Amma burada A bəndinə baxıram. O A ilə bir qrupa düşərsə, I, Q bir qrupda olmalıdır yerindədir. O A ilə bir qrupa düşərsə, I, Q bir qrupda olmalıdır şərti B bəndə qorunmur. I-ni atıb ikinci qrupa, Q-ni atıb üçüncü qrupa. Ona görə B bəndi yanlışdır. Gördünüz? Bir analizasyon qutarıb gedəcək. Deməli, o A bir yerdə deyil deyə bu şərt bura keçərli deyil. O A bir yerdə olarsa, şərtdə deyirdi. Onda I, Q nə olmalıdır? Eyni qrupda olmalıdır. Baxıram D bəndində o A bir yerdə olsa da I ilə Q-ni bir yerdə verməyib. D bəndində buna görə çıxdı. Sağ olsun 2 dənə variantı buna görə çıxmış olduq. Sonra qaldı 2 dənə variantımız A bir də C. B-nin daxil olacağı qrupda bir zabit olmalıdır. Yəni B 2 nəfərlik qrupların birində olmalıdır. B 2 nəfərlik qrupların birində olmalıdırsa, həm A-da, həm də C-də 2 nəfərlik qruplardadır. Deyə bilmirəm buna görə. Onun daxil, yəni burada da var idi bir cümlə, onu oxumadıq. LQ ilə bir qrupa düşərsə, LQ ilə bir qrupa düşərsə, LQ ilə bir qrupa düşərsə, A bəndində varmı elə bir şey? LQ ilə bir qrup yox. Bəs C bəndində varmı? LQ ilə bir qrupa düşərsə, onda R və I bir qrupda olmamalıdır ki, həqiqətən bir qrupda deyirlər. Amma A bəndi buna görə çıxa bilməzsən. D-nin daxil olacağı qrupun nömrəsi U-nun düşəcəyi qrupun nömrəsindən böyükdür. D-nin daxil olacağı qrup burada 1-dir, U-nun qrupu isə 3-dür. Amma burada yazmış ki, D-nin daxil olacağı qrupun nömrəsi U-nun düşəcəyi qrupun nömrəsindən böyük olmalıdır. Böyük olmadığına görə A bəndində çıxsan, cavabın qarşı C bəndi. Gördün, bu qədər analiz eləməklə tapmaq olurdu. Həqiqətən burada D-nin 2-dir, burada U-nun 1-dir. 2 birdən böyükdür nömrəsi də uyğun gəlmiş oldu. Hər şey qaydasındadırsa, çox da uzatmağa ehtiyac yoxdur. Karandaş məsələsi qeyd eləmişdim ki, bəzi məqamlarda sual tam ürəyincə olmayanda dim təkrar sala bilir. Birinci cəhətdən ki, yenə də gəldi də qırmızı sarı rəngli karandaşlarla bağlı bir sual salmış oldu. Birinciyə nisbətən bu daha rahat idi. Sarı karandaşda qırmızı karandaş ümumiyyətlə karandaş məsələsində birdir ki, düzülüş sayı olaraq dərindən izah edə bilməyəcəm təbii ki, çox vaxtımız getməsin. 2 üstü 1, 2 üstü 2, 2 üstü 3, yəni bir karandaş varsa 2 düzülüş, 2 karandaş varsa 4 düzülüş, 3 karandaş varsa 8 düzülüş, 4 karandaş varsa 16 düzülüş, 5 karandaş varsa 32 düzülüş, 6 karandaş varsa 64 düzülüş, 7 karandaş varsa 128 düzülüş, 8 karandaş varsa 256 düzülüş və s. Bura qədər yazmaq bəlkə məncə kifayətdir. Bizə deyir ki, sarı karandaşların bir-birinin qonşunda sayların 3-dən artıq olmaması şərti ilə. Yəni, sarı olar, 4 dənə sarı olmaz. Deməli, problem neçənci yerdən yaranır? Problem 4-cü yerdən yaranır. Bir karandaşda problem yoxdursa, olduğu kimi yerində qalır. 2 karandaşda düzülüş sayında problem yoxdur. 3 karandaşda problem yoxdur. 2, 4, 8 yazılır. Problem yarandığı an, problem nə vaxt yaranır? 4 dənə karandaş resmi verəndə. 4 karandaşda 4 dənə sarı yanaşı olmaz deyə bir dənə problem olur. Həmişə yad demişik. Problem yarandığı an 1 çıxırıq. 16-dan 1 çıxıram eləyir 15. Davamını isə Fibonacci arıcılığından gətirirəm. Problem neçənci yerdə yarandı? 4-cü yerdə. Problem neçənci yerdə yarandısa, biz də həmin say qədər Fibonacci'dən istifadə eləmiş oluruq. 4-də yarandısa, deməli biz 4-lü Fibonacci'dən istifadə edəcəyik. 2, 4, 8, 15-in cəmi neçə eləyir? 29. Deməli burada 29 düzülüş qalır. Elə qırmızı ilə davam eləyək. 29 düzülüş qalır. Daha sonra bu digər 4-ünün cəmi 4, 8, 15, 29-un cəmi 27, 56 eləyir. Deməli burada 64-dən 56 düzülüş qalır. Digər 4-ünü cəmləsəm, yəni 23, 29, 52, 108, burada 108 düzülüş qalır. Digərində cəmləsəm, məncə ehtiyac yoxdur. Qalsın, lazım olsa bir dəfə də cəmləyərik. Deməli, lapon silim çaşdırması. 7 karandaşa qədər gəldik. Birinci problemimiz nə idi? 3 dənə sarıdan artıq yanaşı gəlməsin. Yəni 4 dənə sarı yanaşı gəlməsin. O məntiqə əsasən müəyyən problemlərimiz nələrsə çıxdıq. İndi bununla bağlı yeni qiymətlərim vardı ya, bu pakovka olan hissələr, şərti olaraq da lordə deyim, buna ehtiyacın yoxdur artıq. Yəni göy rənglə yazılanlar yox. Sənə lazımdır qırmızı rənglə yazılanlardan indi problem olanlar çıxmaq. Birinci sənin problem 3-dən artıq sarı idi. Ondan işin bitdi. İndi deyir ki, qırmızı karandaşların bir-birinin qonşuluqda sayların 4-dən artıq olmaması şərti ilə. Yəni qırmızı problem deyil, amma 5 dənə qırmızı problemdir. Onda bir karandaş problem yaratmadı. 2 karandaş problem yaratmadı. 3 karandaş problem yaratmadı. 4 karandaş da problem yaratmadı. Amma 5 karandaş düzülüşü gələndə şərtə ziddiyyət bir dənəsi yaratmış oldu. Hansı? 5 dənə qırmızının yanaşı yazılması. Önce 29-dan 1 çıxsan elir neçə?
28. Bundan sonra Fibonacci-dən istifadə edə bilərsənmi? Yox, istifadə edə bilməsən. Fibonacci-dən sadəcə bir problemdə istifadə edə bilərsən. Bəs necə tapım? 8-dən 15-ə necə gedərsən? 8-dən 15-ə 8-i 2-yə vursan 16, 1 çıxsan 15. 15-i 2-yə vursan 30, 2 çıxsan 28. 28-i 2-yə vursan 56, 3 çıxsan 53. Deməli, burada yazırsan, burada bərabərdir 53 düzülüş. 53-ü 2-yə vursan və 4 çıxsan, eləyir 102. Bizdən də istəyirdi ki, maksimum karandaşların sayı neçə olmalıdır ki, ən çox neçə olmalıdır ki, mümkün düzmə vəhdənin sayı 2 rəqəmli ədədə bərabər olsun. 7 karandaşda mümkün düzmə vəhdənin sayı 3 rəqəmli deyə bu sənə lazım deyil. Maksimum 6 dənə karandaş lazımdır ki, düzülüş variantlarının sayı 2 rəqəmli ədəd olsun. Yəni 53-də 2 rəqəmli deyə cavabımız olur. Hansı variant? Y variantı. Belə bir karandaş məsələsi. 84-cü sual. Bu tipli tərəzi son hissələrdə, son canlılarda izah eləmişdim. Ümid edirəm ki, baxmışdınız. Həmişə bizə lazımdır uyğun olan hissədən. Çünki heç bir qiymət vermir sənə. Sadəcə deyir ki, fərqli bir rəqəmli ədədlər uyğundur. Bir rəqəmli ədəd deyəndə sıfırdan da istifadə edə bilər, etməyə də bilər. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9-a qədər qiymətlərdən istifadə edə bilərsən. Natural qiymət demədiyinə görə sıfırda yaza bilirsən ora. Diqqətli olub, tərəzilərin qollarının uyğunluğu müəyyənləşdirib bir-birinə bərabərləşdirmək lazımdır ki, burada da görmək olduğunuz hissə elə ən mərkəzdə verilmişdi. Məncə görmək olardı o hissəni. Bax, bu 5 bucaqlar oxşardır. Tərəzinin oxşar olan hissələri mənə lazım deyil də. Burada nə var? 3 dənə. Burada nə var? 2 dənə. Deməli, yazırsan. Şərti olaraq lap yaxşı başa düşmək üçün 1x, 1y deyirəm. Olur nə? 3x bərabərdir 2y-ə. 3x bərabərdir 2y hissəsində biz ilk olaraq qiymətlərinə verirdik. 2 bunun yanına x-in yerinə düşürdü, 3 də y-in yerinə düşürdü. 2, 3. Amma bunun axı ikimisi də ödəyir. Ödəyir, 4, 6 da ödəyir, sonra 6, 8 də ödəyir. Çünki 3 dəfə 6 da 18 edir, 6, 9 da doğrusu. 2 dəfə 9 18 edir. Amma və lakin mən avtomatik olaraq 4 ilə 6, eyni zamanda 6 və 9 qiymətlərini yoxlamayacam. Niyə? Çünki sənin bir gözün də burada olmalıydı. Həmin hissədə, həmin tərəzidə görürəm ki, burada verilən qiymətlər. Yəni, əgər mən bura 4 düşünüb, bura 6 düşünsəm, ona görə bura 4, 4, 6 yazam. Düzdürmü? 4, 4, 6-nın qiyməti eləyir 14. Onda bura olur 14. Üç bucağa qalır 14. Hanı bu bir rəqəmli ədəd? Bir rəqəmlidir 14. 4, 6 olmadısa, heç 6, 9 dünənə olmayacaq. Amma tutaq ki, bura 6, 6, 6 yazdım 18 oldu. Bura 9, 9 yazdım 18 oldu. Gətir buraya yazsan 6, 6, kvadratı 9 veribsən. Bu eləyir 21. Sənin bir rəqəmli ədədindir. Bu bir rəqəmli rəqəmindir. Nə deyim artıq buna? Bir rəqəmli ədəd deyil deyə. Deməli, bu hissədə o böyük qiymətlərə yer yoxdur. Elə tapdığın ilkin qiymətlər, yəni 2 və 3 qiymətləridir ki, yapışdırırsan, getdi. Bura yazıram 2, burada yazıram 3. Bura 2, 2, 3 yazan kimi bircə dənə tərəzinin qolu lazım idi mənə. O da tapdım. 7 kilogram. Burada 7 olur. 3 bucaq 7 oldu. 7, 7, 14, 14. Bura 28. Bura 28. 2 ilə bölündü. 14, 14. 7, 7, 7, 7. Yaza bilərsiniz hamısını. 28, 56 eləyir. 56 2 ilə bölündü. 28, 28 elədi. Burada oldu 14, 14, 14 və 14. Bizə lazım olan hissələrə fokuslansaq daha sürətli olarıq məncə. Məsələn, bu 2-dirsə, bu oldu 5. Bunun qiymətini soruşur. Bura yazıram 5. Daha sonra bura 14, 7, 7 bölünmüşdür. Düzdür, bu qiymətini neçə idi? 5 bucaqlarının buradan tapaq da 1-dir. Çünki 2, 2, 1, 7 eləyir. Burada 1 yazını bura olur 6. Buranın da qiymətini tapdıq 6-dır. Dairəyə fokuslansaq, dairənin altında kvadrat verim. Kvadratın neçə kilogram olduğunu bildim. 3. Onda dairə neçə olur? 4. Dairədə oldu 4. Romb hardadır? Romb buradadır. Kvadratın neçə olduğunu bilirəm. 3 olduğunu bilirəm. 3, 3. Onda romba qalır 8. Burada yazdıq 8. Plus hardadır? Plus da burada. Bu 5'dir. Onda burada qalır 9. Neynədik? Məndən soruşduğu isə nə isə elə birbaşa olaraq fokuslandım. Yoxsa hamısını tapmaq olur, mümkündür. Eyni şey daha nə qalır ki, tapmışıq demək olar. 6-dan 5 çıxsam 1, üstündən 4 gəlsəm 5, 13, 4 də çıx, 9 da çıxsam 4 eləyər. Cavabımız olar nə? Y variant. Maraqlı tərəzi suallarından biri. Orta ağırlıqlı sual saymaq olar. Karandaşı da çətin saymaq olar. Əgər bilmirsinizsə. Bilirsinizsə, yox. Hə, gəldik. Bax, bu qəbulun bizi bezdirəcək sual tipi olan 85-87-ci. Birinci imtahana fərqli olaraq, birinci imtahanda niyə asan deyirdim? Çünki 2 dənə blokun ikisi də təkrar düşmüşdü, amma bu imtahanda 85-87 blok yox, amma 88-89-a şikayətlənməməlisiniz.
Bax, burada haqqınız yoxdur 88-90-a şikayətlənməyə. Niyə? Çünki 2024-cü ilin qəbuluna demək olar ki, birə-bir eynisidir. Burada kvadrat kök tam ədəd olanlar, kirə qəbul olanlar, kub kök tam ədəd olmayanlar oxşardılar. Maksimum burada bir-ikisi ya dəyişə bilər, ya da hətta eynisidir. Yəni soruşan suallar dəyişə bilər. Yəni 88-90-a çox vaxt sərf etməyə ehtiyac yox idi. Hansı məqamda qəbulları işlədiyiniz təqdirdə. İşləməyibsə təbii ki, deyirsiniz, ay Allah, belə bir sual düşmüşdü. Yer göy birləşsəydi yaza bilməzdik. Amma 85-87-də haqq qazandırıram. Çətin deməyinizlə bağlı. Yəni burada bir neçə ehtimal var idi. Yəni yazılmayacaq sual deyil, amma o vaxt müddətində yazılmayacaq suallar deyə bilərik. Vaxt müddətinə çatdırmaq o qədər də rahat deyil. Çünki ehtimallı bir sualdır. Ehtimalları çəkmək lazımdır və görmək lazımdır. Birinci sualla başlayıram. 85-ci sualla. Çünki verilən şərtləri ancaq sualların üzərinə gedəcəyik. Qoy ikinci ehtimalımızı da çəkim buradan. Deməli, bir dairəni çəkdim. Yuxarısına K-nı yazdım. Bura S-i yazdım. Bura U-nu yazdım. Bura R-i yazdım. Burada P-ni yazdım. Bizə deyir ki, bax, burada şərtləri oxumaq lazımdır. 4 dənə şərt verir. D mikroavtobusa ilk olaraq P dayanacağına minir. İkisinə də eyni şeyi yazıram. Buradan da deminir, buradan da deminir. Və o B ilə eyni dayanacaqda enibdir. Bunu sonra tətbiq edərik. K dayanacağında Y və F minmiş. K dayanacağında Y və F. D də bundan bərabər cavabdır. Y, F də buradan mindi. D, Y, F də buradan minmiş oldu. Düşənləri istə yazacağım. Minənləri də çöl tərəfdə yazmış olacağım. B sərnişini S dayanacağında minmişdir. Buradan B minəcək. İndi birazdan yazacağım. A və S-nin mindiyi dayanacaqda yalnız 2 nəfər enmişdir. Buna diqqətli olmaq lazım. Bax, A və S-nin mindiyi dayanacaqda yalnız 2 nəfər enmişdir. Mütləq yəni 2 nəfər enməlidir orada. İndi 85-ci sualda deyir ki, əgər F ilə C rastlaşmayıblarsa, yəni bu F ilə C ilə F-in C ilə rastlaşmaması ehtimalların sayını biraz azaldır. İndi bunu bitirəndən sonra görürsünüz, növbəti misalı həll edəndə biraz başqa ehtimala çıxır ortaya. Amma sırf burada 85-ci sualda F ilə C rastlaşmayıblarsa şərtini verdiyinə görə bizim ehtimalımız biraz azalır. Necə eləyə bilərik? Baxın, gənclər, F ilə C-nin rastlaşmaması üçün mən 2 dənə vəziyyət düşünməliyəm. Ya F-i burada düşürtməliyəm, ya da burada düşürtməliyəm. Bunun başqa versiyası ola bilməz. Niyə? Çünki mən F-i burada da düşürtməsəm, burada da düşürtməsəm, mən bu AC-ni nə vaxt mindirəcəm? Yəni AC-ni R-də bindirsəm belə, U-da düşürtmədən F-lə toqquşacaq axı. Yəni F-lə C-nin birbaşa üz-üzə gəlməməsi üçün da düşünmə ki, F düşəndə C minəcək olar. Yox, onda qarşılaşmış olurlar. Elə bir vəziyyət olmalıdır ki, avtomatik olaraq C minəndə artıq F ondan bir dayanacaq əvvəl düşmüş olsun. Yəni onlar üz-üzə gələ bilməzlər. Ona görə 2 ehtimalımız çıxır. Onu deyirəm ki, bizə demirdi ki, S dayanacağında B minir. Buradan yeni düşürdürəm. Yeni düşürdürəm. Kim minir? B minir də. S dayanacağında B minmişdi. Olur, birinci B minəni yazım. B. Sonra maşında kim var? D var. Bir də F var. İkinci ehtimalımda deyirəm, qoy burada F düşsün. Onda maşına kim olur? B. S dayanacağında minmiş deyə B gəldi. D. Bir də Y. 2 ehtimalda paralel aparacağım. Diqqətli olun. Belə bir şərt vermişdi ki, K dayanacağında Y, F və minmiş, Y və F minmiş və biri digərinin bir dayanacaq sonra olmaqla enmişdir. Yəni oraya yazıbsansa 100% burada F düşməlidir. Başqa şansın ola bilməz, ehtimalın ola bilməz. İkinci ehtimalında F burada düşübsə, onda bir dayanacaq fərqlə Y də mütləq şəkildə burada düşməlidir. Bu avtobusda, bu birinci ehtimalımızda B ilə D qalır burada. Amma müəllim, bəlkə burada A ilə C minir deyə bilməzsən, çünki F ilə üz-üzə gələ bilməzdilər də. Ona görə burada avtomatik olaraq B ilə D qalır. Burada deyərsən ki, müəllim, bəlkə A ilə C minir deyə bilməzsən. Niyə onu deyə bilmirsən? Çünki A ilə C minəndə şərtdə qeyd eləmişdi ki, 2 nəfər enmişdir. Onda gərək mən B ilə D-dən birini endirəm. Amma B-ni indirsəm, avtomatik D də gedəcək onun yanında. Niyə? Belə bir şərt vermişdi ki, B ilə eyni dayanacaqda enmişdir. Ona görə B-də harda ensə, İkisi də eyni yerdə enməlidir. AC də minəndə 2 nəfər düşməlidir deyə, burada qəti şəkildə AC-ni mindirə bilmirsən. Yenə də B-də qalmış olur. İkisinə də yenə də növbəti dayanacağa gələndə A ilə C-ni mindirirsən, B ilə D düşür, çünki AC minəndə 2 nəfər düşməli idi. Yenə eyni şey, burada R dayanacağında A ilə C-ni mindirirsən, B ilə D düşür. A ilə C gedir, P dayanacağında düşür, yəni A ilə C gedir, D dayanacağında düşmüş olur. Bax, bu sənin olur. 85-ci sualın verdiyi ilk cümləyə görə yarada biləcəyin 2 dənə ehtimalın F ilə C rastlaşmayıbsa. Başqa istənilən versiyanı düşünün. Heç nə
Yəni bundan fərqli versiya görə bilməyəcəksiniz. Bizə deyir ki, F Y-dən çox yol qət edib. Birincisində hə, ikincisində yox ehtimal. Ola da bilər, olmaya da bilər. Mütləq doğrunu istəyir bizdən. Hər dayanacaqda enənlərin sayı 2 sərnişindən çox olmayıb. Bəli. S dayanacağında 1 nəfər, U-da 1 nəfər, R dayanacağında 2 nəfər, P dayanacağında 2 nəfər düşübdür. Həm bu ehtimalda, həm də bu ehtimalda. Elə doğru cavabımız olur. Hansı variant? 85-də B bəndi. K dayanacağından S dayanacağına qədər olan sərnişin sayı 3 nəfərdir. Burada isə S dayanacağından U dayanacağına qədər gedən sərnişinlər sayı çox olub. Burada da 3 nəfərdir. Yox, 3 nəfər 3 nəfərdən necə çox olsun? Hər iki ehtimalda K-dan S-ə qədər 3 nəfərdir, S-dən U-ya qədər 3 nəfərdir. Burada da K-dan S-ə qədər 3 nəfərdir, S-dən U-ya qədər də yenə 3 nəfər getmiş olur. Azlığı, çoxluğu yoxdur. Mikroavtobusda ən qısa məsafə yol gedən F olubdur. Yox. F məsəl üçün birinci ehtimalında 2 stansiya getdi, ikinci ehtimalında 1 stansiya gedir. Bu dəyişir deyə yazmaq olmaz. Mikroavtobusdan birgə enənlər fərqli dayanışlar miniblər. Hə, baxın nə deyir? Mikroavtobusdan birgə enənlər. Dərsən mən B ilə də birgə endi fərqli dayanışlar minmişlər də. Bunu niyə mütləq doğru götürməyək ki? Onda mən də deyirəm ki, A ilə C də eyni minmişdi da. A ilə C isə eyni dayanacaqdan minib eyni yerdə də düşənlərdir. Deməli, həm müxtəlif dayanacaqlardan minib eyni yerdə düşən var, həm də eyni yerdə minib eyni yerdə düşənlər var deyə bunu mütləq doğru götürə bilməzsən. 85-ci cavab olur B variantı. 85-i yazandan sonra nə edirik? Bunları təmizləyirəm, hər ehtimala qarşı beyniniz qarışmasın. Gedirik 86-cı suala. Bu ehtimalları artıq F-in C ilə qarşılaşma ehtimallarını unudun ha. Çünki o sadəcə nəyə aid idi? 85-ci suala aid idi. Digər 86 ilə 87-ni işləmək istəyiriksə, onda nə etməliyik? Bir dənə də ehtimal əlavə eləməliyik və davamını gətirməliyik. Nədir o ehtimalımız? Qoy bir dənə hissəsini çəkim və üçünü də yenə paralel aparmağa çalışacağım. Bura yazıram K, bura yazıram S, bura yazıram U, bura yazıram R, bura yazıram P. Bunları yazdım. Yenə də başlanğıc olaraq dəyişmir. D buradadır. D P-dən minibdir, D P-dən minibdir. Y ilə F K dayanacağına minib deyə bu da heç hansına dəyişmir. D, Y, F burada yazılır. D, Y, F burada yazılır. Yenə də D, Y, F burada yazılır. Beyniz qarışmasın deyə yenə ehtimalları deyim sizə. Burada birinci ehtimalda düşünürəm ki, Y burada düşsün. Onda avtomatik olaraq F burada düşür. Düzdür? Bunu bilirik ki, Y düşdüyü andan 1 stansiya sonra F düşməlidir. Və yaxud da ki, F düşdüyü andan 1 stansiya sonra Y düşməlidir. Bu formada yazdım. Ehtimalımız budur. Deməli, D, Y ikinci S dayanacağında kim minirdi? B minirdi deyir. Düzdür? B minsin. Avtobusa kim qaldı? D ilə Y düşdüyünə görə F qaldı. Daha sonra bu ehtimalımda F düşüb, B minmişdi deyə B var. D yerində bir də Y var. Bir də düşünürəm ki, S dayanacağında heç kim düşməsin. Bayaqlar indi o F-in C ilə qarşılaşmaması üçün bir problem yaradırdı. Amma indi problem deyil ki, F-in C ilə qarşılaşması. Ona görə burada heç kimi düşürtmürəm. Heç kimi düşürtmürəm. Nə edirəm? B-də avtobusdadır, D-də avtobusdadır, Y-də avtobusdadır, F-də avtobusdadır. Onu bu formada saxlayıram. Bu da olur sənin bax, üçüncü ehtimalı. İndi gəlin əvvəldəki ehtimallarımızı bitirək. B, D, F, deməli F burada düşəndən sonra avtobusa kim qalır? B ilə D qalır. Amma mənim AC-ni mindirək burada. Yox, mindirə bilməzsən. Səbəb C ilə qarşılaşması falan deyil ha. Səbəb odur ki, AC ilə də ikisi düşməlidir. İkisi düşəcəksə mən F-in yanına kimi düşürdüm? B-ni düşünsəm D də onun arxasına qoşub düşəcək. Olmaz. AC-ni heç cür mindirə bilmirsən burada. B də tək qalır burada. F düşür. R dayanacağında AC minir, B-də düşür. P dayanacağında da AC düşür. Bayaqki ehtimalla oxşuyur. Yenə də eyni şey. Burada Y düşəndən sonra müəllim bəlkə burada AC-ni mindirək. Yenə də eyni temadır. AC-ni mindirsən, gərək 2 nəfər düşür desən. 2 nəfər düşə bilmədiyinə görə deməli olmaz. B-də burada tək qalır. Onda AC-ni burada mindirirsən, B-də-ni düşürürsən, AC də gəlib burada düşmüş olur. Dediyim kimi çöldə minənlər, çərdə də düşənləri yazmış olam. Hə, bu ehtimalını isə siz nə qədər şərt çıxır, sadəcə birinin üstündə göstərə biləcəyik, oxlarla göstərəcəyik. İkinci ehtimalımızda, üçüncü ehtimalımızda daha doğrusu nə edirdik? Bax, SBDF idi, düzdür? Mən indi burada AC-ni mindirirəm avtobusa. AC-ni avtobusa mindirib, Y ilə F-dən hər hansısa birini sala bilmirəm. Çünki Y-ni salsam, burada düşsün desəm, bir nəfər düşmüş olur. O da şərtə ziddi axı. Bizə nə lazım idi? İkisi düşsün AC minəndə. Yox, BD-ni, Y-ni yazdım, onun ətrafında bir dənə BD-ni yazım. Mümkün deyil. Ona görə burada sadəcə nə edirəm? BD-ni salıram. Avtobusda ikisində BD var da. AC minsin, B ilə də düşsün. Avtobusda kim qaldı? AC təzə minmişdilər. Y ilə F də burada qalıbdır.
Yəni S ilə F-in birləşməsindən bağlı bir problemimiz yoxdur ki, yox. Yəni bu 85-ci suala ibarət idi. İndirim qarışdırmayın. İndi avtobusda A, S, Y, F var. Y ilə F mütləq şəkildə bir stansiya fərqlə düşməlidirlər. Sənin neçə dənə ehtimalın var? Görə nə qədər ehtimalın var? Deyirəm ki, burada F düşə bilər, burada Y düşə bilər və yaxud da ki, əksinə burada R dayanacağında Y düşə bilər, P dayanacağında F düşə bilər. Bunun nəsə problemi varmı? Yox. Bəs AC necə? Bilmirəm. A burada düşər, C burada düşər. C burada düşər, A burada düşər. İkisi də burada düşər, ikisi də burada düşər. Gör, 4 dənə də ehtimal oradan çıxır. Bunları nəzərə almaqla gedirik sualları işləməyə. Bax, belə bir çətin sualımız var idi. 86 deyir ki, hansının cavabını tapmaq olur? Ən çox yolda kim olub? Ən çox yolda kim olub? Məsələn, birinci ehtimalıma baxsam, D ən çox yolda olan kimi görsənir. Çünki bu P dayanacağından minir. 1, 2, 3, 4-cü dayanacaqdan sonra düşür. Amma bura gəlsəm, Y-də də elə bir vəziyyət var. Əgər mən Y-nin P dayanacağına düşdüyü vəziyyəti düşünsəm, ehtimallardan biri daxı, onda Y K-dan minmişdi. 1, 2, 3, 4-cü dayanacağına düşmüş olur. Həm Y, həm də D olmuş olur. Bu, ən çox yolda olan kim olduğunu tapmağımıza mane olur. Deməli, bunu tapa bilmərik. Mikroavtobusu sonuncu tərk edən kimləri olub və ya da kim olub? Nə qədər ehtimalımız var? Y də tərk eləyə bilər, F də tərk eləyə bilər, YS də tərk eləyə bilər, YD də tərk eləyə bilər, YSD də tərk eləyə bilər. Üzürü sayın. Qarışdırdım mən YSD deyərkən. Yəni, bu hissədə bu D-ni görüb deyirəm. D minən versiya idi, belə deyək, qarışdırmıyorum. AC düşə bilərdi, Y düşə bilərdi, təkcə C düşə bilərdi, A düşə bilərdi. Yəni, fərqli versiyalar var. Yəni, F ilə Y-nin yerini dəyişə bilirəmsə, deməli, oradan da görə bilərdim ki, kimin düşdüyünü müəyyənləşdirmək mümkün olmur. Sonuncu dayanacaqda bu ehtimalına da ayrı şey düşür. Burada AC düşür, amma digər ehtimalında A da düşə bilir, C də düşə bilir, Y də düşə bilir, F də düşə bilir. Mikroavtobusu sonuncu tərk edən kimlər olub? Nə bilim. Hansı dayanacaqda minən olmayıb? Hansı dayanacaqda minən olmayıb? Məsələn, bu ehtimalımda U dayanacağında minən olmamışdı. Bu ehtimalımda isə R dayanacağında minən olmamışdı. AC-ni U-dan mindirdiyinə görə R dayanacağında. Yəni, nə bilim, U dayanacağında minməyib, yoxsa R dayanacağında minməyib. Bizə də deyir ki, hansı dayanacaqda minən olmayıb. Nə bilim, həm U da ola bilər, R da ola bilər, bu ayrı-ayrı ehtimallardadır. Deməli, bunların heç birini tapa bilmirik. Cavabımız olur. 86-da D variantı. Gəldik 87-ci suala. Əgər D R dayanacağında enibsə, yəni bu ehtimalda baxa bilərsən, P dayanacağında 2 nəfər enib. Doğrudur, bax, mütləq doğrudur özdə. Burada da 2 nəfərdir, burada da 2 nəfərdir. Cavabımız olacaq hansı variant? A variantı. Əgər ən çox yolda olan E olubsa, aşağıdakı hissədən gedir, ən az yolda olan B olubdur. Bunu mütləq doğru deyə bilmərik. Niyə? Çünki burada A ilə C harda minmişdi? U-da minmişdi, düzdür? Elə A burada minib, elə burada da düşsün. Onda ən az gedənlərdən biri də A olur. Elə C burada minib, yerdə də düşsün. Yenə C-də ən az gedənlərdən olur. Yəni, fərqi yoxdur. Orada 2 dənəsi, 3 dənəsi olmuş olur. Bunu iddia edə bilmərik. Əgər F ilə B mikroavtobusla birlikdə yol getməyiblərsə, F ilə B yol getməyiblərsə, onda mütləq şəkildə F S dayanacağına düşməlidir. Amma burada yazır ki, Y S dayanacağına düşməlidir. Yəni, fikir verin bu hissəyə. Yəni, mütləq mən F ilə B-nin bir yerdə olmağını istəmirəmsə, F K-da minmişdi. F burada düşməlidir ki, S dayanacağında. B minir axı artıq S dayanacağında. O da elə bir şərt verməmişdi. Y S dayanacağında enməlidir deyir. Y-nin nə işi var ki? Y-nin sonunda B-nin F qalır avtobusda. Bu da olmazdı. Əgər S dayanacağında enən olmayıbsa, söhbət bu ehtimalımızdan gedir. Allah, niyə silindi? Gördünüz, yəni bu ehtimalımızda yazmağımız lazım imiş. Enən olmayıbsa, P dayanacağında da enən olmayıb. Bax, necə olmayıb? Y-dir. Y, C ola bilər, Y, A ola bilər, Y, A, C ola bilər. Gör, necə qədər olur. Bu da olmaz. Əgər B, U dayanacağında enibsə, bu ehtimaldan söhbət gedir. R dayanacağında 3 nəfər enib. R dayanacağında 3 nəfər enədə bilər, enməyə də bilər. Çünki AC-nin harda necə ilə bağlı bir məlumatımız yoxdur. Bax, belə. Nəhayət ki, sualı izahını yekunlaşdıra bildik. Ağır sual idi. O müddət ərzində yazmağınız mümkünsüz kimi görsənən bir sual idi. İzahını verdim ki, öyrənmiş olasınız. Nə qədər indi təsir olarsa, xeyir olar bilmirəm. İnşallah ki, bu il magistri həlləmiş olarsınız. Növbəti ilə heç bir bağlılığınız qalmaz. Magistri təhsil almağa davam edərsiniz, imtahan hazırlaşmazsınız.
88-90 sayılı tapşırıqları isə dediyim kimi əvvəlki illərin təcrübəsinə əsaslanaraq çox rahat şəkildə yazmaq mümkün olardı. Bir-bir burada hərfləri tapmağa əsla yönəlmirsiniz. Çünki ehtiyac yoxdur ona. Səndən nə soruşursa ona baxsan. Məsələn, T hərfini soruşur, düzdür? T hərfini axtarsan, 2 rəqəmlərin içərisində T varmı? Yox. Analiz etsən, düşünürsən, sual versən. 2 rəqəmlərin içərisində T yoxdursa, onda T nədir? T tək rəqəmdir. Yəni ya 1-dir, ya 2, 3, 4, 5. Bunlardan biridir. Sonra kvadrat kökü tam ədəd olanlar. Bu nə deməkdir? Yəni ikinci dərəcədən kök alanda oradan tam ədəd çıxsın. Bunu nəzərdə tutur. Kvadrat kökü tam ədəd olanların içərisində T var. T varsa onda T ya 1-dir. Çünki kök altda 1-dən 1 çıxır. Kök altda 4-dən 2 çıxır. Kök altda 9-dan 3 çıxır. Digər qiymətlər kök altına alsan, oradan tam ədəd çıxmaz. Burada yazmış kvadrat kökü tam ədəd olanların içərisində T var. T deməli ya 1-dir, ya 4-dür, ya da 9-dur. Kub kökü tam ədəd olmayanlar. Bax bunu da düşünün, analiz edin. Kub kökü tam ədəd, yəni hansı ədədin kubdan kökü tam ədəddir? 9-a qədər. Ya 1-in ya da 8-in. Düzdür? İndi mən 8-i işarələməmişəm bax. Deməli 1. Kub kökü tam ədəd olmayanların içərisində T yoxdur. Kub kökü tam ədəd olmayanların içərisində T yoxdursa, deməli T necə ədəddir? Kub kökü tam ədəd olan ədəddir. Bu 1, 4, 9-dan da kub kökü tam ədəd olan 4-ü 3-cü dərəcədən kök ala bilərsən, 9-u 3-cü dərəcədən kök ala bilərsən, yox. Nəysə yəni kubu 4-dür, nəysə kubu 9-dur, yox. Amma nəysə kubu, yəni 1-in kubu 1-dir. Deməli T-nin qiyməti oldu 1. Bax bu formada tapırsan. Sonra keçsən A hərfinə. A 2 rəqəmlər içərisində yoxdur. Yenə tək rəqəmlidir. Sonra kvadrat kökü tam ədəd olanların içərisində A var. Kvadrat kökü tam ədəd olanların içərisində A varsa A 1-dir, ya 4-dür, ya da 9-dur. Təkrar oluna bilərlər ha. Yəni fikir verin, kvadrat kökü tam ədəd olan 1, 4, 9-dur. Yəni bu 8 dənə hərf ya 1-dir, ya 4-dür, ya da 9-dur. Yəni təkrarlamaqla bağlı bir problem yaşamayın heç vaxt. Göz önündədir ki, onlar təkrarlana bilərlər. Kub kökü tam ədəd olmayanların içərisində 1 yoxdur. Deməli, nə yoxdur? A yoxdur daha doğrusu. Kub kökü tam ədəd olmayanların içərisində A yoxdursa, A necə ədəddir? Kub kökü tam ədəd olan. Yenə də 1, 4, 9-dan kub kökü tam ədəd olan sadəcə 1 var deyə burada 1 yazırıq. R-ya gəldik. R 2 rəqəmlərin içərisində yoxdur, yenə tək rəqəmlidir. Kvadrat kökü tam ədəd olanların içərisində R var. Yenə ya 1-dir, ya 4-dür, ya 9-dur. Kub kökü tam ədəd olmayanların içərisində R var. Onda biri çıxırsan buradan. Çünki kub kökü tam ədəd olmayanların içərisində R var. Ya 4-dür, ya da 9-dur. Qaldı buraya baxmaq yəqin ki, 4-dən nisbəti tək ədəd olmayanlar. Deməli, 4-dən nisbəti tək ədəd olmayanların içərisində 4-dən nisbəti tək ədəd olmayanların içərisində hansı hərf var? R. R hərfi var. Mən R-nı 4 düşünə bilərəmmi? Yox. Çünki 4-ün 4-dən nisbəti tək ədəddir. Əgər 4-dən nisbəti tək ədəd olmayanların içərisində R varsa, R 4 deyil. Çünki 4 4-ə bölündə 1 alınır. Tək ədəddə axı olanların içərisində olardı. İndi olmayanların içərisində isə deməli R neçədir? R 9-dur. Gətirik R-ya da yazırıq 9-u. 1 1 9 1. Qaldı N-nı tapmaq. N yenə 2 rəqəmlərin içərisində N yoxdur. Deməli N tək rəqəmlidir. Kvadrat kökü tam ədəd olanların içərisində N yoxdur. Deməli 1 4 9 N yoxdur. Hə, kub kökü tam ədəd olmayanların içərisində N var. Yenə də buradan tapa bilmirsən. Çünki çox qiymətlər var. Yəni sadəcə bilirsən ki 1 deyil, 4 deyil, 9 deyil. Gərək bura baxaq. Çünki burada daha rahatdır. 4-ə bölünənlərdən tapmaq olmur. 7-yə qalıqsız bölünməyənlər. Fikir verin. 7-yə qalıqsız bölünməyənlərin içərisində N yoxdur. Onda N nədir? 7-yə qalıqsız bölünəndir. Çünki bölünməyənlərin içərisində yoxdur. 7-yə qalıqsız bölünəndirsə, 7-yə qalıqsız bölünən bir dənə 7 qiyməti var da bu tək rəqəmlərdən. Bu da olur 7. Qutarı getdi. 7 qutardı. 1 1 1 10 9 eləyir. Cavabımız olur B variantı. 90-cı sualımızı artıq tapmışıq. A 1 idi, N də 7 idi. 1 7 1 cəmi 9 eləyir. Cavabımız olur D bəndi. Qalır zaval sözünü tapmaq. Zavaldan da 2 hərfimiz müəyyəndir. Z, V, L hərflərini tapmaq lazımdır. İndi 2 rəqəmlərə keçirik. Keçək, heç bir problemi yoxdur. 2 rəqəmlərin içərisində Z var. İndi mən durub 1-dən 100-ə qədər 2 rəqəmləri, ondan 100-ə qədər 2 rəqəmləri yazası deyiləm ki. Oxu buranı. Kvadrat kökü tam ədəd olanların içərisində də Z var. Onda Z varsa hansı qiymətləri götürəcəksən? Deməli 16, 25, 36, 49, daha sonra 64, 81. Başqa nəsə qalmadı ki 4-ün, 5-in, 6-nın, 7-nin, 8-in, 9-un kvadratları. Bunlardır. Bunlardan hansıdır? Baxaq indi. Kvadrat kökü tam ədəd olanların içərisində Z var idi, ya bunlardan birini götürməliyəm. Kub kökü tam ədəd olmayanlar. Kub kökü tam ədəd olmayanların içərisində
Z yoxdur. Deməli z nədir? Kub kökü tam ədəd olandır. Bu qiymətlərdən də kub kökü tam ədəd olan bircə dənə 64 var. Yəni heç nəyin kubu 16, 25, 36, 49, 81 eləmir. Sadəcə 4-ün kubu 64 eləyir. Ona görə də cavabımız olur 64. Yəni z-in qiyməti 64. Bir də təkrarlayıram. Kub kökü tam ədəd olmayanların içərisində z yox idi. Onda z nədir? Kub kökü tam ədəd olan. Bu qiymətlərdən kub kökü tam ədəd olansa 64 idi. 64 yazdıq ora. V hərfini analiz edirəm. Bunu silməyim. V 2 rəqəmlərin içərisindədir. Yenə də V 2 rəqəmlərin içərisində olmağına baxmayaraq həm də kvadrat kökü tam ədəd olanların içərisindədir. Burada hansılar idi? 16 idi, 25 idi, 36 idi, 49 idi, 64 idi, 81 idi. Kub kökü tam ədəd olmayanların içərisində V var. V varsa onda kub kökü tam ədəd olan 64-ü buradan çıxarsan. Deməli, kub kökü tam ədəd olmayanların içərisində V-ni çıxandan sonra düz 5 dənə qiymətin qalır. İndi 4-ə nisbəti tək ədəd olmayanlar. Buradan tapacaqsan. 4-ə nisbəti tək ədəd olmayanların içərisində V hərfi yoxdur. Deməli, V hərfi yoxdursa, deməli 4-ə nisbəti tək ədəd olan. Tək ədəd olandır da bu. 4-ə nisbəti tək ədəd olmayanların içərisində V yox. V nədir? 4-ə nisbəti tək ədəd olandır. 4-ə nisbəti tək ədəd olan burada hansı var? Sadəcə və sadəcə 36 var. 16 bölünür, düzdür, cüt alınır. 25 heç bölünmür, 49 da bölünmür, 81 də bölünmür. 64-ü saxlasaydın, 64-ü 4-ə bölsəydin, o da götürməzdin, çünki cüt ədəd verir. 4-ə nisbəti tək ədəd olmayanların içərisində V yox idi. Deməli, 4-ə nisbəti tək ədəd olandı V. 36-nın da 4-ə nisbəti 9 eləyir tək ədəd dəqiqətən. Deməli, V neçə oldu? 36 oldu. Qaldı bir dənə L hərfini tapmaq. L 2 rəqəmlərin içərisində yoxdur. Onda bir rəqəmlidir. L kvadrat kökü tam ədəd olanların içərisində var. Onda ya 1-dir, ya 4-dür, ya da 9-dur. Kub kökü tam ədəd olmayanların içərisində L var. Onda bu 1 deyil. Çünki L-in kub kökü tam ədəd olandır. Bu olmayansa ya 4-dür, ya 9-dur. 4-ə nisbətinə olanlara baxırıq. 4-ə nisbəti tək ədəd olmayanların içərisində L yoxdur. Onda L 4 deyil. Çünki 4 olsa, orada 4-ə nisbəti bizə dəqiqə dayım. Cümlələri qarışdırdım deyəsən. 4-ə nisbəti tək ədəd olmayanların içərisində L yoxdur. Deməli, L nədir? 4-ə nisbəti tək ədəd olandır. Olansa 9-u çıxırsan, 4 qalır burada. Bəli, belə deyək, çaşmayaq. 4-ə nisbəti tək ədəd olmayanların içərisində L yox idi. Onda 4-ə nisbəti tək ədəd olandır. Olan isə 4 qiymətindən olmuş olur. 64, 36, 100. 6 da oradan gəlir, 106 cavabımız olur. Hansı variant? A variant. Bu da belə bir maraqlı sual yazmaq olardı. 91-ci sual. Hansı söz 3 söz yaxın mənalıdır? Birinci cəhddə də buna oxşar sual var idi. Təbii ki, sözlər eyni deyil, əlaqəsi yoxdur. Məncə burada da 2 ilə 3-ü, arıqla cılızı çox rahatlıqla seçərdiniz. Sıska sözü yenə arasında qalardınız. Yəni hər dəfəsində bir dənə fərqli söz verməyə çalışır ki, tərəddüdə qalsın ki, götürüm yoxsa götürməyim. Arıq, cılız, sıska məncə birinci cəhdəkindən fəraq sözündən daha rahat sözdür bu sıska sözü. Çünki el arasında daha çox istifadə olunan sözlərdən də deyə düşünürəm. Bilmirəm, yəni eşitməyənlər olubsa təəssüf ki, yaza bilməyəcək. 3-cü kurs tələbələrinin sayının, 1-ci kurs tələbələrinin sayına nisbəti 5-in 6-yadır. Bura x olsun, 1-ci kurs tələbələri y olsun, 2-ci kurs tələbələrdə z olsun. X-in nisbəti y-ə bərabərdir 5-in nisbəti 6-ya. Buradan olur nə? 6x bərabərdir 5y-ə. Bir də 1-ci kurs tələbələrinin sayının, yəni y-in nisbətinin z-ə, 2-ci kurs tələbələrinə bərabərdir 5-in 4-ə kimidir. Burada da olur 5z bərabərdir 4y-ə. Bunun 2 yolu var uşaqlar. Nə edə bilərsiniz? Ya ikisində də x-i taparsınız, daha doğrusu birində x-i taparsınız, birində z-i taparsınız, y-lə ifadədə axı. Buradan x nəyə bərabər olur? 5y bölünsün 6-ya. Buradan z nəyə bərabər olur? 4y bölünsün 5-ə. Burada yazır ki, cəmləri 100-dən çox deyilsə, bunları cəmləyib, kiçikdir 100 götürüb həll edə bilərsən oradan. Yox, belə gedişata getmək istəmirsənsə, məntiqlə daha rahat versiyası da var bunun. Nədir onun daha rahat versiyası? Sən bilirsən ki, burada ödənilən qiymətlər ilkin olaraq hansı qiymətlərdir? Bunu sizin çaşdırmasın bizi. Bura 5 qiyməti düşür, bura 6 qiyməti düşür. Düzdür? 5 və 6 qiymətlər. Bu hissədə y-ə elə bir qiymət vermək lazımdır ki, ortaq qiymətlərdir y-lər. Y-ə elə qiymət vermək lazımdır ki, o 5-ə bölünə bilsin də. Onu da rahat-rahat görmək mümkün olur ki, sən bura 6 versən, 4 dəfə 6 24 olur, olmur. Sonra 5-6 qiyməti verə bilmirsənsə, bunun 2 qat çoxu 10
və 12 qiymətlərdə ödəyir də. 60 bərabər 60 edir də. 12-ni də bura versən 4 dəfə 12 48 edir. Z orada tam ədəd alınmır. Deməli 12 də olmaz. Bunun yenə 2 qatını, aşağıdakının 3 qatını yoxlayırsan. 15 və hansı qiymətlər? 18 qiymətlərini yoxlayırsan. 18-i bura yazsan, yenə də 4 dəfə 18-in tam qiymət eləmədiyinə görə bu da ödəməmiş olur. Sonra 4 qatına gəlsən 20, bir də bunun 4 qatı 24 eləyir. 4 dəfə 24-ün yenə 96 eləyir. Yenə tam qiymət alınmır deyə bunu götürmüsən və nəhayət indi alınacaq. 5 dəfə çoxu 25, 5 dəfə çoxu isə 30 eləyir. Yəni alt dəfə 25-i neçə eləyir? 150. 5 dəfə 30 neçə? 150. Yəni bu şərti bu da ödəyir. Mənə lazım idi ki, buraya elə bir qiymət düşsün ki, o şərti ödəsin. 30-dan sonra bu şərti ödəyən qiyməti gətirib yazanda isə cəm artıq 100-ü aşır. Ona görə bax elə bir iddia şərt vermişdi ki, 100-dən çox deyilsə. Deməli o bölünməyə görə nə edəcəksiniz? Deyəcəksəm mən bayaqlarım o x ilə ifadə etsəydi daha rahat tapardıq. Olar, eləyə bilərsiniz. Yəni orada da kəsirdən azad olması üçün artıq birbaşa qiymət çıxır ki, neçə yazmalısan burada x-in yerinə, y-in yerinə. Tapdıq biz. 30 birinə 25, birinə də 30 bura neçə düşür orada? 4 dəfə 30-un 120, burada 24 düşür. Deməli x bərabər olur 25-ə, y bərabər olur 30-a, z də bərabər olur 24-ə. Həqiqətən yoxlaya bilərsiniz. Alt dəfə 25-in 150, 5 dəfə 30-un 150, 5 dəfə 24-ün 120, 4 dəfə 30-un 120 bir bərabərlik ödənmiş olur. Lap belə şeylər də yoxlaya bilərsiniz. Nisbətlər də yoxlaya bilərsiniz. 25, 24, 49, 30 da bu 79. 92-ci sualın cavabı da 79 elədi. Gəldik 90-cı suala. 90-cı sualda 2023-cü ilin təkrar qəbul sualıdır. Ona oxşardı. Hətta ondan rahatdır deyərəm. Bizə deyir ki, müqayisədə rahatdır təbii ki. Bunun üçün də Pifaqor teoremi bilmək lazım idi. Əgər bilmirdiksə, təbii ki, yazmanız biraz çətin ola bilərdi. Başqa cürdə bilməm, üsluların qaydalarına sifət edib yazma olar yoxsa yox. Deməli, nə edirik? 56 metr uzunluğunda olan bir dirək var. Deməli olsun bu birinci dirək 56 metr uzunluğunda. Bir də 20 metr uzunluğunda dirək var. Burada olsun 20 metr uzunluğunda dirək. Və onlar arasındakı məsafə 15 metrdir. Buradan bir dənə məftil çəkilibdir. Bura bir dənə məftil çəkilibdir. Onlar arasındakı məsafə neçə metrdir? 15 metrdir. Pifaqor teoreminə görə mən buradan rahat-rahat hipotenuzun qiymətini tapa bilərəm. Əgər bura 20-dirsə, 56-dan burada 20-dir, düzdür? 56-dan 20-sini çıxsan bura neçəsi qalır? 36. Bu katetimiz 36-dır. Aşağı katetdən məsafəni vermişdi də 15-dir. Hipotenuzu tapmaq üçün neyirsən? Kök altda 36-nın kvadratı plus 15-in kvadratı. Bu da bərabərdir. Bizə verir neçəni? Kök altda 1521. Kök altda 1521-dən neçə çıxır? 39. Deməli, burada məftin uzunluğuna qədər oldu? 39. Sonra bir dənə şərt əlavə edir ki, əgər dirəklər arasındakı məsafə 12 metr daha çox olarsa, deməli, bu hissəyə əl vurmursan, yenə 56 metr yerində qalır. Bunu uzadırsan, bura gətirirsən, yenə dirəyin hündürlüyünə əl vurmursan, 20 metr qalır. Sizə lazım olan bu hissəni tapmaqdır. İndi 12 metr uzadırıq dediyinə görə nə etmək lazımdır? Bu hissəni, artıq bu hissəni neçə götürəcəyik? 27 metr götürəcəyik. Bu hissəni 27 metr götürəcəyik. Dirəklər arasındakı məsafəni 12 metr daha çox olarsa dediyinə görə. 27. Yenə eyni qaydan bura 20-dirsə, burada 20 olur. Həmin məsafədən bura qalır 36. Bu dəfə hipotenuzu tapmaq üçün yenə eyni şey. Kök altda 36-nın kvadratı plus 27-nin kvadratı bərabərdir. Neçə eləyər bu? 2025 eləyər. 2025-dən də kök altdan neçə çıxır? 45 çıxır. Burada olur 45. Bizə də deyir ki, məftin uzunluğu neçə metr artırmalı? Yəni, indi fakt buranı 39 ödəyirdi. Uzunluğu artırandan sonra bura 45 ödədi. 45-dən də 39-u çıxırsan, eləyir 6. Bu sualın cavabı olur 6. Eləməli olduğunuz Pifaqor teoreminə görə katetlərlə hipotenuzun qiymətini tapmaq idi. Daha sonra 94-cü sual 7 fiqur fırlatmamaq şərti ilə bu sual tiplərindən də dəfələrlə işlədiyinizi düşündüyümə görə çətin sual tipi saymarıq. Yazıla biləcək sual tipidir. Bu hissəyə yazıram x, bura yazıram y. Əməlim niyə ora x, niyə ora y? Fərqi yoxdur. Ürəyin arası x, y yaza bilərsən. Burada düşür z. İndi harada x, y hissələri var, onun üzərindən hərəkət edib, nə edirik? Davamını gətiririk. Deməli, x, y, burada lap orada z olur. Aşağıda küçük bucaqda x var, y var. Bura nə olur? Z olur. Qonşularda eyni də belə yazıram. Bura y var, z var. Bura x qalır. Bura zx var, bura y qalır. Bura x, y, bura z qalır.
Burada y, burada x varsa sağ tərəfə də z qalır. Burada y, burada z varsa yuxarıya da x qalır. Bax, bu adlandırmaqdır. Bu hissələri tək-tək də yaza bilərsən. Yəni y ehtiyac yoxdur. Bir dənə nöqtəyə görə y də yaza bilərsən. Eyni şeyə cavab çıxır. İndi məsələ nədir? Yuxarı üçbucaqlarda görürsən ki, birinci üçbucaqla ikinci üçbucaq eyni üçbucaqdır. Eyni modeldədir. Eyni düzülüşə malikdir. Eyni düzülüşə malik olan iki dənə hansı üçbucağı görürsən? Diqqətlə baxsan, görərsən burada x, y, z düzülüşünü, yenə x, y, z düzülüşünü. Yəni yuxarı istiqamətdə olan normal elə düzgün üçbucaq formasında olanların nəsəsini gördün, ikisini. Gördün? X, y, z, x, y, z. İkisi də eyni düzülüşdədirsə, deməli sən nə edəcəksən? Gətirib bura 3, bura 1, bura 2 yazılırsan. Bura 3, bura 1, bura 2 yazılırsan. Qutarı getdi. X 3 oldu. Y 1 oldu. Z də 2 oldu. Bir-bir düzə də bilərsən. Nəyinə lazımdır bir-bir düzüb? Düzmə edə bilərsən. Bizə lazımdır A-nın qiyməti. A nəyin yanındadır? X-in. X neçədir? 3. Yazıram bura 3. Sonra B lazımdır. B-nin qiymətini artıq yazmışım üzərinə. 1. A, B sarcılan düzdür. Sonra da bizə nə lazımdır? A, B, S. 1, 3, 2 idi. Üzürü sayın. Gənclər, üzürü sayın. Eyni üçbucaq deyirəm buradan. 2, 3, 1, 2, 3, 1. Amma mən götür bura səhv köçürdürəm. Siz də demişəm, səhv köçürdünüz. Bura 2, bura 3, bura 1. Bura 2, bura 3, bura 1. Yəni təkrardan B-niz qarışmasın. 2, 3, 1, 2, 3, 1 eyni üçbucaqlar idi. Burada x, y, z, x, y, z oxşarlığını gördüyümə görə ikisini də köçürdüm ora. Deməli, x-in qiyməti olur 3, y-in qiyməti olur 2, z-in qiyməti olur 1. Buna görə A olur 3, buraya yazıram 3, B olur 2, C olur 1. Yəni, ardıcıllığımız 3, 2, 1 bu formada olmalıdır. Gəldik 95-ci və sonuncu suala. Bir cədvəl tərtib eləyək. Deməli, orada kim var? A, B, C, D, Y, F, G, H var. Mən də yazıram buradan A, B, C, D, Y, F, G və H. Sonra 2 dənə də əlavə bir bölməsi var deyə belə bir xətt çəkirəm. Belə bir xətt çəkirəm. Cədvəlim hazırdır model olaraq. Nə lazımdır bizə? Bir bölmə. Buraya yazıram bölmə. Yəni sektor hansı sektordur? Azərbaycan, Rus, İngilis sektorlar yazıb burada. Bir də siniflər yazıb. Burada yazıram sinif. Bunu yazandan sonra indi lazımdır bizə nə? Cümlələr oxuyub analiz eləmək. H 4-cü sinifdə oxuyur. Sağ olsun. Yazdım bura H 4-cü sinifdə oxuyur. Daha sonra və Azərbaycan bölməsində oxuyur. Buraya yazıram az. 10-cu sinifdə oxuyan şagird kimdirsə bilmirəm və 6-cı sinif şagirdi olan A, 6-cı sinif şagirdi olan A İngilis bölməsində təhsil alır. İngilis bölməsində təhsil alır. Buradan yazıram nə? 10-cu sinifdə oxuyan şagird İngilis bölməsindədir. 7-ci sinifdə oxuyan şagird və 11-ci sinif şagirdi olan D, yəni deyirəm 7-ci sinifi bilmədiyimə görə kənardan yazıram. Azərbaycan bölməsində qeyd eləyək. Davam oxuyaq. 7-ci sinifdə oxuyan şagird və 11-ci sinif şagirdi olan D. 11-ci sinif şagirdi olan D, buraya yazıram 11. Azərbaycan bölməsində təhsil alır, burada yazıram az. Rus bölməsində təhsil alan 3 nəfərdən, bax, önəmli nüanslardan biri də buydu. 3 nəfərdən biri 5-ci sinif şagirdi olan F-dir. 5-ci sinif şagirdi olan F, 5-ci sinif şagirdi olan F, Rus bölməsində oxuyur, burada yazırıq Rus. Ruslardan ikisi qaldı. Bunu yadda saxlayan Ruslardan ikisi qaldı. C İngilis bölməsində oxuyur. C də İngilis bölməsində oxuyur. Buraya yazıram nəyi? İngilisi. Aha. İndi bircə dənə şey düşünmək lazım idi. Onu düşünəndən sonra variantları oxumaq lazım idi. Yəni doğrudur, səhvdir, yoxsa doğru olub səhv olmasını bilmək olmaz. Burada məsələ nə idi? 3 dənə Rus olmalıydı və onun birini yazmışam, yerdə qalıb ikisi. Və fikir verirsiniz, 10-cu sinif İngilisi, bir də 7-ci sinif Azərbaycanla yerləşdirmək hələ durur. Mən əgər buradakı İngilisin görə fərqli rəng götürürdüm. Olsun bu. Buradakı İngilisin 10-cu sinif olmadığını düşünsəm, onda səhv eləmiş olaram. Niyə? Tutaq ki, düşünərəm İngilisi buraya yazdım, düzdür? Fərq yoxdur, harəsindən yaz. 10-cu sinifdə gətirsən, altına yazsan. Yaxşı, sən 2 dənə Rusu, bir dənə də Azərbaycanlı az sektoru necə yerləşdirəcəksən? Axı sənin əlində fakt 2 dənə Rus, bir dənə də az sektoru qalıbdır. Ona görə 100% buradan müəyyənləşdirirsən ki, bu İngilis sektorunda olan kimdir? Elə bax bu 10-cu sinif olan var ha. Gətir bunu buraya yazmaq lazım. Çünki başqa hər hansısa bir B-nin, C-nin, Y-nin İngilis sektoru olduğunu düşünəndə yerdə qalan 2 Rus sektoru və bir az sektorunu tapmaq mümkün olmur. 7-ci sinifdə oxuyan az sektorudur. 4, 5, 6, 7, 8-ci sinif və
Daha doğrusu 8 deyib bunu yazıram. 8-ci sinif bir də 7-ci sinif yoxdur, düzdür? 7 var. 4, 5, 6, 7, 8, 9 yoxdur bir də. 8 ilə 9-da oxuyan rus sektorundadır. 7-ci sinif A sektorundadır. 10-cu sinifi ingilis dilini tapdıq. Qalan yerləşdirməni isə bilmirəm. İndi mütləq doğrudur, yox səhvdir. Baxaq. C 10-cu sinifdə oxuyur. Gördünüz, tapdıq onu. Bu mütləq doğrudur. Ona görə 1-ə yazıram A. Sonra B rus bölməsinə təhsil alır. B nə bilim rus bölməsinə, yoxsa bəlkə 7 azı gətirib buraya yazacağam. Onu bilmədiyimə görə ola da bilər, olmaya da bilər. 3-ə də gətirdim, B-ni yazdım. Daha sonra 9-cu sinifdə oxuyan rus bölməsinə təhsil alır. Bəli, kənarda buradan yazmışam. 9-da oxuyan 100%, rus bölməsinə doğru cavabdır deyə C-ni yazıram. Sonra C ingilis bölməsinə oxuyur. C ingilis bölməsində bu mütləq yanlışdır. Çünki ingilis bölməsində artıq yerimiz yoxdur. Qalan 2 rus, bir də Azərbaycanda deyə mütləq səhvi gətirib bura D-ni yazıram. Bir də Y qaldı. B 8-ci sinifdə oxuyur. Mən hardan bilim B 8-ci sinifdə oxuyur, yoxsa 9-cu sinifdə oxuyur? Ola da bilər, olmaya da bilər. Gətirib bura yazırıq nəyi? Y-ni. 1-ə oldu A, C, 2-yə oldu D, 3-ə də oldu B ilə Y. Bax belə, gənclər. Bu da 2026-cı ildə olan, ikinci cəhdə olan sualların izahı. Ümid edirəm ki, istədiyiniz nəticələri əldə edibsiz. Nəticənizin az olmağından və ya da çox olmasından asılı olmayaraq əhval-ruhiyyənizi yazını korlamağa dəyməz. Qəti şəkildə, çünki həyatın sonu deyil. Magistr imtahanında yığdığınız nəticə həyatınıza yön verəcək, istiqamət verəcək hissələrdən sayılır. Yaxşıdırsa, deməli istiqamət o formada getməlidir. Yox, magistr təhsilinə yönələ bilmirsə, deməli həyat sizi başqa bir istiqamətdə sınayacaq və ya ki, başqa bir istiqamətdə gözləyir. Növbəti izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. İxtisas seçimində görüşmək ümidi ilə hələlik.